Salam əziz tələbələr. Bu videoda mən sizlərə 2 noyabr Master of Science Tədris Mərkəzində magistratura hazırlaşan tələbələr üçün keçirilmiş mövzu sınağı imtahanı 2 olan, deməli 2-də olan məntiq suallarının izahlarını verəcəyim. Çox da vaxtınızı almadan keçək sualların deməli izahına. 46 nömrəli sualımız. 46 nömrəli sualda deməli ədədlər üzərində əməllər bölməsinə aid olan bir sual nümunəsidir. Bizə sualın şərtində qeyd olunur ki, A, B, C, D, Y, X və Y hərfləri bir-birindən fərqli rəqəmlərdir. AB üstəgəl CD üstəgəl YD bərabərdir XY olarsa, bizə minimum XY ədədini, siz də bilirsiniz ki, bunun yuxarısında belə olanda nədir? Bu ədəddir. Bunun nəyini soruşur? XY ədədinin ən böyük ola biləcəyi qiymətini soruşur bizdən. Burada deməli, bu sualı düzgün yazmaq üçün tələbələrin diqqət etməli olacağı bir neçə nüans vardır ki, onları sizin diqqətinizi çatdırım ilkin öncə. Mütləqdir ki, sualın şərtinə baxmaq lazımdır. Çünki bəzən tələbələr burada verilənlərin sualın şərtinə baxmadan başlayıb yerinə qiymətləri qoyurlar və əlbəttə ki, o yanlışlıq eləyib cavabı səhv ala bilərlər. Ki, sual qurulanda da əksər hallarda yəni o şeylər nəzərə alınır, o nüanslar nəzərə alınır. İkinci bilməli olacağımız nədir? İndi artıq sualın həlli ilə bağlı danışası olsaq, gördüyünüz kimi XY cəmdə yerləşir. Deməli, cəmin bizdən minimumunu soruşur. Biz də burada bilməli olacağımız bəzi şeylər var. Xatırlatma eləsək, cəmin minimum olması üçün nə olmalıdır? Cəmin minimum olması üçün toplananların hər biri ayrı aralıqda minimum olmalıdır. Yəni, burada toplanan 3 dənə toplanan olduğuna görə, yəni AB toplananı, CD toplananı və YD toplananı hər biri nə olmalıdır? Minimum olmalıdır. Çünki söhbət cəmdən gedir. Daha sonra bəs nədir? Ədədin isə minimum olması üçün ikinci xüsusiyyət nədir? Ədədin minimum olması üçün ədədlərin ilkin öncə böyük mərtəbə vahidlərinə daha kiçik rəqəmlər yazılmalıdır, sonra digər mərtəbə vahidləri kiçik rəqəmlərlə beləcək ki, yerinə qoyulmalıdır ki, cəmdə minimum ala biləsiniz. Bu yüzden artıq hər 3 toplananda, yəni AB, CD və YD toplananlarında dediyimiz xüsusiyyətləri nəzərə alaraq qiymətlər yerinə qoysaq və rəqəmlər də 0 ilə 9 bu parçasında yerləşdiyinə görə, deməli bu rəqəmlərdən birini qoymaq lazımdır. Amma biz bilirik ki, ədədin əvvəlində 0 rəqəmi ola bilməz. O zaman A, C və Y rəqəmlərinə ardıcıl olaraq 1, ən kiçik rəqəmlər 2 və 3 qoymaq olar. Daha sonra yerdə qalan digər B və D rəqəmlərinə qiymətləri qoymaq lazımdır. Artıq bəzən tələbələr, yəni hansı ki, bu sualın şərtini oxumayan tələbələr götürür D-nin yerinə 0, yəni digər kiçik rəqəm, çünki 2 dəfə təkrarlandığına görə onun yerinə 0 qoyur. Bəzən tələbə deyə bilər ki, məsələn, niyə 4 qoymadıq? 4 də qoya bilərdi, o heç başqa. Amma 0 varsa, niyə görə 0 yoxlamayım deyə götürür 0 qoyur yerinə. Və burada da ki, B-nin yerinə ən kiçik rəqəm olan, digər növbəti kiçik rəqəm olan 4-ü yazır və bunları toplayır, nəticəni 64 alır. Və cavab Y variantı o dəqiqədə Y variantını qaralayır. Amma burada problem nədir? Burada problem göstərilib ki, bu hərflərin bir-birindən fərqli olması məsələsi. Ki, gördük ki, burada B-nin də qiyməti 4 oldu, Y-in də qiyməti 4 oldu. Bu isə bizim yuxarıdakı şərti pozur. O yüzden deməli bu cür qiymət qoymaq olmaz. Yəni buradan belə bir nəticəyə gəldik ki, gənclər, biz D-ni yerinə 0 qiyməti qoya bilmirik. O zaman D-ni yerinə 0 qiyməti qoya bilmiriksə, növbəti kiçik rəqəmdən başlamaq lazımdır. 1, 2, 3 qoymuşsa, növbəti kiçik rəqəmimiz olacaq bizdə D-lərin yerinə 4, 4 yazıram. Və o zaman B-ni yerinə 0 qoysaq, bu halda isə nəticə nə eləyir? Bu halda nəticə 68 eləyir. Artıq burada D-ni yerinə siz 5 də qoya bilərsiniz, 6 da qoya bilərsiniz və s. Artıq burada qiymətlər dəyişə bilər. Ancaq biz minimum 68 ala biliriksə, deməli artıq bundan kiçik də yoxdur. Bundan böyüklərsə bizə lazım deyil. Çünki bizdən ən kiçiyini soruşur. Düzgün cavabımız olur C variantı. 47 nömrəli sualımıza baxaq. Söz analogiyasına aid olan bir sual nümunəsidir. Maraqlı bir sualdır. Alma qırmızı, şərbət böhtan, güldan çiçək meyvənin nə olduğunu soruşur. Bəzən tələbələr yanaşırlar ki, məsələn, alma qırmızıdır, nə bilim, şərbət falan, bu cür yanaşmalar eləsələr, xeyr, sualın əsas usulu belədir ki, yoldaşlar, hər bir sol tərəfdə verilən hər bir sözün birinci hecası ilə bağlı əlaqələr qurub. Yəni, al nədir? Qırmızıdır. Şər, onun sinonim olaraq biz nə deyə bilərik? Böhtan. Gül, onun sinonim olaraq biz çiçək deyə bilərik və meyvə sözünün ilk hecası da meydir. Mey sözünə də biz sinonim olaraq nə göstərə bilərik? Şərabla əlaqələndirə bilərik. Düzgün cavabımız olacaq nə? Y variantı. 48 nömrəli sualımız fiqur şifrələməsinə aid olan bir sual nümunəsidir. Ki, burada gördüyünüz kimi fiquru əmələ gətirən komponentlər və aşağıda onların şifrələmələri göstərilib. Biz indi tapmalıyıq ki, hər bir komponent hansı hərflə şifrələnib və yaxud da ki, tərsinə də baxa bilərsiniz. Hansı hərf, hansı komponentlə şifrələnib.
Əlbəttə ki, biz burada ortaq olanlardan yola çıxmalıyıq. Yəni necə şifrələmə suallarını həll ediriksə, burada da eyni şey olmalıdır. Məsələn, birinci və üçüncü fiqurların hər ikisində yuxarıda belə bir qara dairə var. Yuxarıdakı qara dairə, indi bunların şifrəsi BL və CL, hər ikisində ortaq olan nədir? L. Deməli, bu L-in kodudur. Yazıram üzərinə o zaman. Bunlara artıq L yazsaq, onda o zaman belə çıxır ki, bu aşağıda olan B-nin kodu olmalıdır. Bu isə C-nin kodu olmalıdır. İndi artıq bu C-nin kodudursa, biz sual işarəsində bu fiqurun yerinə nə yaza bilərik? Artıq C yaza bilərik. Növbəti, ikinci və dördüncü fiqurun hər ikisində ortaq olan bu hissəsi ortaqdır gördüyünüz kimi və bunların da hər ikisində ortaq olan komponent nədir? A-dır. Deməli, o zaman biz tapırıq ki, bu fiqur A hərfini kodlaşdırıb, onun aşağısında olan K-nı kodlaşdırıb, yuxarısındakı ağ dairə isə J-ni kodlaşdırıb. Bizim sonuncu sualda da olan bu aşağı dairə olduğuna görə o da K hərfi ilə kodlaşdırılıb və artıq daha digərlərini tapmağa gerək yoxdur. Deməli, bizim bu fiqurumuz kodlaşdırılacaq C, K hərfləri ilə. İndi burada bir əlavə bir nüans var. Tələbə deyir ki, qara dairə, məsələn, tutalım, L idisə aşağıdakı da bu belədir. Bu ola bilər, ancaq gördüyünüz kimi bu sualda həm fiqurların formatından da əlavə, eyni zamanda onların yerinin də nə harda olması da nəzərə alınıb. Yəni, qara dairə yuxarıda olduqda gördüyünüz kimi L ilə, aşağıda olduqda isə başqa bir hərflə şifrələnib. Və yaxud da ki, ağ dairə aşağıda olanda K ilə, yuxarıda olanda isə J ilə kodlaşdırılıb. Yəni, elə sual ola bilər ki, orada onu nəzərə alsın, elə sual ola bilər ki, nəzərə almasın, artıq bu sualdan suala dəyişir. 49 nömrəli sualımıza keçid alaq. Maraqlı bir cədvəl sualıdır. Gördüyünüz kimi cədvəllər verib və qarşısında müəyyən hesablama göstərilib. Birinci cədvəldə, ikinci cədvəldə onun analoji versiyası və bizdən isə üçüncünü soruşur. Şimdi gəlin baxaq yoldaşlar. Məsələn, yazıb cədvəlin içərisində A, B, C, D və qarşısında yazıb 2A, 3B, 2C və 12D. Bu, görək necə alıb. Sualın belə maraqlı bir üsulu var. Sualın mahiyyəti odur ki, biz sətir və sütunları bir-bir nömrələyirik. 1, 2, 3, 4. Yəni, 3 dənə sətir, 4 dənə sütun. İndi məsələn, fikir versək, bizim A harda yerləşir? A hərfi yerləşir birinci sətirlə ikinci sütunun kəsişməsində. Və sətirlə sütun nömrəsini bir-birinə vurur. Biri 2-yə vurur, olur 2, yazır A-nın qarşısına, yəni A-nın əmsalı kimi olur 2A. Və yaxud da B-miz harda yerləşir? Üçüncü sütun ilə birinci sətrin kəsişməsində. Biri 3-ə vuranda 3 eləyir, B-nin əmsal kimi yazır. Və yaxud da D-yə baxası olsaq, D-miz harda yerləşir? 4-cü sütun ilə 3-cü sətrin kəsişməsində 3, 4-dən 12, o zaman D-yə bunu əmsal kimi yazır. Və daha sonra bunları bir-birinə vurub toplayır, nəticə alır. Da artıq bunu ikinci sətirdə yoxlamayacağım. Hələ bu vaxt yetməsin deyənə. O zaman aşağıdakı biz cədvələ tətbiq eləyək bunu. Birinci sətir, 2, 3, yenə 1, 2, 3, 4. İndi uyğun olaraq hesablasaq. Deməli, bu birin əmsalı birinci və 3-ün kəsişməsindədir. 1 ilə 3-ün kəsişməsində 1 üçün 3, onu da 1-ə vursaq olacaq 3. Üzərinə gəlirik. Növbəti biri yerləşir 4-cü sütun ilə 1-ci sətrin kəsişməsində. 1, 4-ün 4, deməli əmsalı 4 olacaq. 4-ü də bu ədədin özünə vurduqda oldu 4. Üstə gəlinsin. 2 yerləşir 2-ci sətr ilə 1-ci sütunun kəsişməsində. 2, 1-in 2, onu da 2-yə vuranda oldu 4 və üzərinə gəlirik. 5 də yerləşir 3-cü sütun ilə 3-cü sətrin kəsişməsində. 3 üçün 9, 5-ə də vuranda olacaq 45. Və bu ədədləri toplayacaq, olacaq bizim nəticəmiz 7, 11, üstünə də 45 gələndə nəticəmiz olacaq 56, yəni C variantı. 50 nömrəli sualımız. 50 nömrəli sualımız aşkar və qeyri-aşkar operatorunun beləsə ki, qarışıq formatında verilmiş bir sual nümunəsidir. Nə aşkar kimi aşkar, nə də qeyri-aşkar kimi baxmaq da olmur. Düzdür, bu tam aşkar operatora aid sualdır, əksər hallarda, yəni qeyri-aşkar tipli sualdır. Mən bunu dərsdə qeyri-aşkar operatorlar keçəndə də tələbələrə izah eləmişəm orada ətraflı şəkildə. Amma bəzən tələbələr olur ki, burada birinci sətrə baxır, ancaq digər ikinci və üçüncü sətirlərə baxmır. Birinci sətirdə baxır ki, operatorun düsturu var, yerinə qoyub hesablayayım və əlbəttə ki, burada səhv nəticə alacaq. Amma nəzərə almaq lazımdır ki, burada birinci sətirdə operatorun qarşısında verilmiş bu düstur, əslində bu operatorun həqiqi düsturu deyil, onun bənzətməsidir. Və siz ilkin öncə operatorun həqiqi düsturunu tapmalısınız və tapdığınız düsturu bu ikinci və üçüncü sətirlərdə yoxlamalısınız. Gəlin, baxaq görək, neyniyə bilər? Məsələn, bu birinci sətirdə operatorun düsturu nədir? Məsələn, 4-dən 2-ni almaq üçün. 4-dən 2-ni almaq üçün, yəni bu A-nın yerində dayanır da, düzdürmü? Bu da B-dir. 4-dən 2-ni almaq üçün ya 2-yə bölə bilərik, ya da kök ala bilərik və yaxud da 2 çıxa bilərik. Amma gördüyünüz kimi kök alma ola bilmir, çünki ikinci və üçüncü sətirdə A-nın yerində duran ədədlərdən kök almaq olmur. Deməli, kök alma məsələsi getdi, ya 2-yə bölmədir, ya da 2 çıxmaqdır. Bunları hər ikisini yoxlamaq lazımdır. Deməli, bu düsturumuz ya ola bilər ki,
A bölünsün 2, yəni 2-nin yerində dayanan və yaxud da ki, ola bilər A minus 2 ilə başlaya bilər. Üzərinə gəlirik növbəti tərəfini tapmağa. 4 üstü B. Zaten 4 üstü B-də görünür ki, bu 4 və B-də artıq orada görünübsə, bunu biz necə yaza bilərik? A-nın qüvvətində B. Burada yenə A üstü B yazmaq olar. İndi görək hansı ilə biz cavab ala bilirik. Məsələn, bu ikincini yoxlasam, A çıxılsın 2, üzərinə gəlinsin A üstü B. İndi 6-dan 2 çıxanda 4, 4-ün üzərinə 6-nın kvadratını gəlsək, neçə eləyir? 36, 40 edir. Amma gördüyünüz kimi orada 39-dur. Deməli, bu bizim nəticəmiz, yəni bu düstur işə yaramır. Keçib digərini yoxlasaq, A bölünsün 2, yəni 6-nı 2-yə bölsək, A-nın yerində 6 dayanır, 3, üzərinə gəlinsin 6-nın kvadratı bərabərdə 39 edir. Ödənilir, amma burada da yoxlamaq lazımdır. 8-i 2-yə bölsək 4, 4-ün üstünə 8 üstü 1 bərabərdir 12, bəli, nəticə ödənilir. Deməli, operatorun həqiqi düsturu buyurmuş. Ki, burada həmin bu düsturda A-nın yerinə 4 qoyunda düstur çevrilib bizə verilən formata keçib. İndi biz bu sətri hesablayası olsaq, 2-ni 2-yə böləndə düşür 1, üzərinə gəlirik 2-nin qüvvətində B, yəni 2 üstü 3. 8 üstə 1 gələndə nəticəniz olacaq 9, yəni Y variantı. Növbəti 51 nömrəli sualımız şifrələr bölməsinə aid olan bir sual nümunəsidir. Təfərrüatına getməyəcəm. Bilirsiniz ki, burada kodlaşdırma necədir? Məsələn, V7 kənarda yazıram. V nədir, 7 nədir? V7. Burada V koddur, yəni və yaxud da şifrədir. 7 isə nədir? Sıra nömrəsidir. Yəni, bu V7, V hərfi, yanındakı 7-yə görə biz müəyyənləşdiririk ki, V hərfi magistr sözünün 7-ci hərfini, yəni R-i kodlaşdırır. Yəni, biz V-nin kodunun nə olduğunu tapırıq, R hərfi olduğunu tapırıq. Və yaxud da ki, K5 nə deməkdir? 5-ci hərf, yəni yanındakı 5-i görə müəyyənləşdiririk ki, 5-ci hərf nədir? S-dir. Və bu minvalla nə edirsiniz? Tapa bilərsiniz hamısını digərlərindən. Artıq bunu bildiyinizə görə, artıq mən sualda onu hamısını tapmayacağım. Birbaşa aşağıdan başlayacağıq. Yəni, siz də imtihanda bu cür eləyirsiniz. Başlayırsınız, yəni birinci hərfi nə olmalıdır? Yanında bir yazılan ədəd olmalıdır bu məntiqdən çıxış eləsək. Yəni, bizə lazımdır Y hərfinin kodu. Görək, Y hərfinin kodu harada var? Y6. Yəni, magistrın 6-cı hərfi. Magistrın 6-cı hərfi T-dirsə, deməli, Y hərfinin kodlaşdırdığı hərf T-dir. Deməli, burada da T yazsam və əmsalın da 1 olduğuna görə, deməli, bizim axtardığımız sözün birinci hərfi T ilə başlamalıdır. Variantlara baxıram ki, T ilə başlayan bir dənə sözüm nədir? C variantda olan təhsil sözüdür. Cavabımız olur C variantı. 52 nömrəli sualımıza keçid alaq. Oyunlara aid olan sudokudur. Yəni, məşhur oyun tiplərindəndir. İmtahanlarda, magistratura imtahanında daha çox istifadə olunur. Hətta son keçirilən magistratura imtahanında da istifadə olunmuşdur. Sualın şərtini oxumayacağım da, artıq hamınız sudokunun şərtini bilirsiniz. Sualın yerini tapmaq lazımdır ki, hansı rəqəm olmalıdır. Sadə bir sudokudur. Biz burada çarpazlaşma üsulundan istifadə edəcəyik. Sualın olduğu biz bloka fikir verəsi olsaq və bu blokda biz çarpazlaşa biləcəyimiz ədədlər 1-dir. 1 və burada 1. Deməli, bunların kəsişməsində nə edə bilərik? Həmin o blokda bir rəqəmini yaza bilmərik. Bura yazılmır, bura yazılmır, burada yazılmır. Zaten 3 dənə 5 yazılıb. Deməli, sualın yerində nə olmalıdır? Bir rəqəm olmalıdır. Düzgün cavabımız olur A variantı. Əksər hallarda tələbələr buna fikir verməyib, sudokunu tam doldurmaq istəyirlər, amma yəni belə bir yanaşma ola bilirsə, niyə də biz əlavə vaxt sərf edib sudokunu dolduraq. Növbəti 53 nömrəli sualımız. 53 nömrəli sualımız qeyri-aşkar operatorlara aid olan bir sual nümunəsidir. Əslində, yəni orta tipli, tam çətin də deyil, asan da deyil. Sualımızın üsulu belədir ki, birinci, yəni operatorun solunda duran ədədi tərsinə çevirir. 83-ün tərsinəsi 38, üzərinə 5 gəlir, nəticəni alır, 43 yazır qarşısına. Yəni birincinin tərsinəsinin üzərinə ikincini gəlir. 56-ın tərsinəsi 65, üzərinə 8 gələndə 73, 43-ün tərsinəsi 34, üstünə 2 gələndə 36. Gördüyünüz kimi, mən nə edirəm? Bütün sətirləri yoxlayıram. Siz də o cür, yəni imtahanlarda da o cür eləməlisiniz. 93-ün tərsinəsi 39, üzərinə 6 gələndə nəticəniz olacaq 45, yəni C variantı. Növbəti 54 nömrəli sualımız. 54 nömrəli sualımız ədədlər üzərində əməllər, başqa adla şifrəli əməllər mövzusuna aid olan bir sual nümunəsidir. Bizə deyir ki, Ə, S, A, Y və B bir-birindən fərqli rəqəmlərdir. Yenə də gördüyünüz kimi o şərti mütləq şəkildə baxmaq lazımdır ki, siz onun yerinə eyni ədədlər və yaxud da ki, fərqli rəqəmlər qoyub qoymayacağınızı əvvəlcədən müəyyənləşdirə bilərsiniz. Və bizə deyir ki, səs üstəgəl S, üstəgəl B bərabər də A-ya alınır. Aşağıdakıların hansının doğru olma ehtimalı daha azdır. Yəni, burada artıq belə deyək ki, birbaşa olaraq rəqəm qoymaqla yaza biləcəyiniz sual deyil. Çünki əksər hallarda mən özüm bilərəkdən bunu yazmışam tələbələrimiz üçün. Düzdür, sual özümün sualı da deyil, yəni Dövlət İmtahan Mərkəzinin
Vafiq belə desək ki, vəsaitlərindən götürülmüş bir sual nümunəsidir. Maraqlı bir sualdır və eyni zamanda elə də asan sual deyil. Deməli, bu sualı yazmaq üçün dərsdə qeyd etdiyim 2 dənə nüansı nəzərə almalıyıq. Onlardan biri nədir? Onlardan biri odur ki, əgər biz ədədləri cəmləyən zaman onlardan bir böyük mərtəbə vahid alınırsa, yəni gördüyünüz kimi burada hər 3 toplananımız 3-ü də 3 rəqəmlidir. Ancaq alınan cəmimiz isə 4 rəqəmlidir. Yəni gördüyünüz kimi bu qaydanı tətbiq edə bilərik. Yəni bir mərtəbə vahid böyük alınır. Bu halda demişdik ki, böyük mərtəbə vahidində duran ədədin maksimum qiyməti, yəni burada hansı ki, cəmdə böyük mərtəbə vahidində duran ədəd A-dır. Deməli, A-nın maksimum qiyməti, maksimum A nəyə bərabər olur? Bunu dərsdə qeyd etmişdik. Toplananların sayından bir vahid az olur. Yəni burada 1, 2, 3 dənə toplanan var. Deməli, A-nın maksimum qiyməti nə ola bilər? 2. Deməli, A-mız əgər 2 qiymətini alırsa, 1 qiymətini də ala bilər. Ancaq alıb almayacağını sonra müəyyənləşdirəcəyik. Bu 1. Keçirik, ikinci qaydamız nə idi? İkinci qayda isə olaraq demişdik ki, üçlü toplamalarda, görürsünüz 3 dənə toplanan var. Üçlü toplamalarda əgər toplananlardan biri cəmdə varsa, deməli, digər 2 toplananın cəmi 10-a bərabərdir. Bunu da dərsdə qeyd etmişik. Hansı ki, bax burada son sütuna baxası olsaq, üçlü toplanan var. Yəni C, Y və Y 3 dənə ədədi toplayır və gördüyünüz kimi toplananlardan biri, yəni istənilən Y-in hər hansısa biri aşağıda cəmdə var. Artıq biz bunları ixtisar eləsək, qaydanın nə cür olduğunu mən sizə dərsdə izah eləmişəm. Deməli, digər 2 toplananın cəmi, yəni S ilə Y-in cəmi bərabərdir 10-dur. S ilə Y-in cəmi 10-dursa, artıq tapa bilirik digər hissələrini yazmağa. İndi bu iki qaydamızı tətbiq edəndən sonra sualı artıq rahat bir şəkildə yaza bilərik. Son sütunu baxdıq. S üstəgələ Y dedik 10-dur. Üzərinə hər hansısa bir rəqəm gəlsə, heç bir halda 20-dən böyük ədəd ola bilməz. Yəni, bu 10 neçəsə olacaq. Məsələn, Y-in yerinə 5 qoysaq olacaq 15, 14 və s. Deməli, mütləq şəkildə sonuncu sütundan nə olacaq? Yadda 1 qalacaq. Bu yadda 1-i nə etməliyik? Bu yadda 1-i verəcək ikinci sütuna. İndi 3 dənə ə-ni toplayıb və üzərinə deməli nə olacaq? 3 ədədi 3 dəfə toplamaq, birisi ilə 3-ə vurmaq deməkdir. 3ə üstə gəlinsin, yadda qalan 1 bərabərdir bizə sonu A ilə bitən bir ədəd olmalıdır. İndi biz dedik ki, A-mız ya 2 ola bilər, ya da nə ola bilər? 1 ola bilər. İndi bunları müəyyənləşdirmək lazım ki, görək bizim A-mız 2-dir, yoxsa 1-dir və yaxud da ki, ola bilər ki, hər ikisi də olsun. Məsələn, biz A-nın yerinə 2 qoyası olsaq, yazıram, 3ə, üzərinə gəl 1 bərabərdir. A-nın qiyməti tutalım, 1-dən başlayaq. Sonu 1 olarsa. İndi belə çıxır ki, sonu 1 olarsa, buradan mən bu 1 ilə bu 1-i ixtisar eləsəm, burada belə çıxır ki, 3ə bərabərdir, sonu 0-la qurtarmalıdır. Amma elə bir rəqəm yoxdur ki, onu 3-ə vuranda sonu 0-la qurtarsın. Deməli, bu hal ödənmir. Yəni, A-mızın qiyməti 1 ola bilməz. Bu 1. Deməli, neymiş yoldaşlar? A-nın qiyməti nəyə bərabər imiş? 2-yə bərabər. Buradan artıq biz tapdıq ki, A-nın qiyməti 1 alınmır. Niyə görə 1 alınmadığını da sizə göstərdik. İkinci hala baxırıq. 3 vurulsun ə, üzərinə gəlinsin 1, sonu nə ilə qurtarsın? Sonu qurtarsın 2 ilə. Görə bu belə bir hal ola bilərmi? Əlbəttə ki, ola bilər. Buradan 2-dən 1-i çıxası olsaq, deməli 3 vurulsun ə, bərabərdir nə olmalıdır? Sonu 1 ilə qurtarmalıdır. Hansı ədədi 3-ə vuranda sonu 1 ilə qurtarır? Deməli biz burada tapdıq ki, ə-nin qiyməti 7-dir. Yəni 3 7-nin 21. Artıq biz ə-nin qiymətini tapdıq. 7 yazdım. 7 7 21. Buradan da yadda 1 qalmışdı sonuncu sütundan. Deməli, A-nın qiyməti oldu 2. Burada yazıram 2. İndi artıq burada toplayanda 22 olur axı. 2 yazırıq. Yadda neçə qalır bu dəfə? Yadda 2 qalır. İndi artıq belə çıxır ki, S üstə gələ S. Baxın, burada yenə də var. Toplananlardan biri cəmdə var. Yenə də bayaqki dediyimiz qaydanı tətbiq eləmək olar. Deməli, digər 2 toplananın cəmi nədir? 10-a bərabər olmalıdır. Amma burada bir şey nəzərdə saxlamaq lazımdır. Axı, yadda qalan 2 də var. Deməli, digər 2 toplananın cəmi və bir də nəyə nəzər almalısınız? Yadda qalan 2-ni. Yəni, S üstə gələ S, üzərinə gəlinsin 2 bərabərdir nə olmalıdır? 10 olmalıdır. Burada tapırıq ki, 2S bərabərdir 8 isə S-in də qiymətini nə tapırıq? Ya sonu 8-dən ola bilər, ya da nə ola bilər? Ya 8 ola bilər, ya da ki 18 ola bilər. Bunu nəzərə almaq lazımdır. İndi burada bir şey baxırıq. Nəyə nəzər alacaq burada? Burada yadda qalma 2 var deyə, artıq tələbələr nə edəcək burada? Bu qaydanı, yəni
cəmi 10-a bərabər olmalı halını nəzərə alıb yoxlayacaqlar. Amma məsələ nədir? Məsələ odur ki, artıq burada yadda 2 var. Yadda 2 var deyə artıq burada siz bu qaydanı gördüyünüz kimi tətbiq edə bilmirsiniz. Ona görə də nə edirik yoldaşlar? Burada A-nın qiymətinə baxırıq. Siz A-nın qiymətinə baxarsa olsanız əvvəldə görürsünüz ki, burada A-nın qiyməti 2-dir. Deməli, onda belə çıxır ki, və toplananlardan biri də burada varsa, deməli, belə çıxır ki, digər 2 toplananın cəmi, yəni S üstə gələ S, üzərinə gəlinsin bu yadda qalan 2-miz əslində bizə 10 vermirmiş. Nəyi verir yoldaşlar? Verəcək 20-ni verəcək. Çünki görürsünüz A-nın qiyməti 2-dir ki, burada B ilə B ixtisara gedəndə 0 qalır yerində, deməli 20 edir. Buradan tapırıq ki, S-in də qiyməti bərabərdə olur 9-a. Yəni 2-ni bu tərəfə keçirəndə 18, 2S 18 isə S-in də qiyməti 9 olur. İndi sual oluna bilər ki, necə oldu ki, bəs sonuncu sütunda 2 rəqəmin cəmi 10-a bərabər oldu? Əvvəlki sütunda bu belə olmadı. Əvvəlki sütunda da belə ola bilər. Ancaq burada yadda qalma vardı, yəni artıq bu bizim işimizi biraz dəyişdirib, orada 20 də ola bilər. Birinci sütunda bəs niyə görə olmur? Çünki biz bilirik ki, 2 rəqəmin cəmi heç bir halda 20-dən böyük ola bilməz. Amma yadda qaldığı halda ola bilər. Ona görə biz sonuncu sütunda onu birbaşa tətbiq edə bilirik. Amma birinci sütunda tətbiq edə bilmirik. Buradan artıq S-in qiymətini nə tapdıq? S-in də qiymətini tapdıq 20. İndi gətirəm yerinə yazacağam burada hamısını da artıq buraları səliqəyə salaq. Deməli, S-in qiymətini tapdıq 9. S-in qiyməti 9-dursa, o zaman Y-in qiyməti 1 olacaq. Çünki biz S-dən Y-in cəminin 10 olduğunu demişdik. Bu Y oldu 1. Ə-nin qiymətini 7 müəyyənləşdirmişdik. A-nın qiyməti 2-dir. S-in də qiyməti nədir? 9-dur. Qaldı B-nin qiyməti. İndi görə B-yə hansı qiymət vermək olar? İndi baxsaq, 9, 1, 1, Y-in qiyməti oldu 1. Yəni 11, yadda 1 qaldı. 7, 7, 7, 21, yadda 1, 22, 2 yazdıq. 2 yadda, 9, 9, 18, 2 yadda 20 və 20-nin üstündə siz B-nin yerinə nə rəqəm gəlsəz 20 neçə eləyəcək. Yəni bu aşağıdakını ödəyəcək. İndi artıq biz B-nin qiymətlərini nə etməliyik? Tapmalıyıq. B-nin qiymətlərini tapmaq üçün kənarda bir yerdə yazıram. Deməli, bizdə ən kiçikdən başlayası olsaq. Ə-nin qiyməti, ən kiçik olan bizdə nədir? Y-dir. Y-in qiyməti 1-dir. A-nın qiyməti 2-dir. Daha sonra Ə-nin qiyməti bərabərdir 7-dir. S-in qiyməti bərabərdir 9-dur. İndi bizə B-nin qiyməti lazımdır. Və bizə şərtdə veribsə ki, əgər rəqəmlər bir-birindən fərqlidir, deməli B-nin qiyməti 1, 2, 7 və 9 ola bilməz. Onda belə çıxır ki, B-nin qiyməti nə ola bilər? 0 qiymətini ala bilər. Bəli, ola bilər. 1 ola bilməz, 2 ola bilməz, çünki bu müvafiq olaraq Y və A-nın qiymətidir. B-nin qiyməti 3 ola bilər, 4 ola bilər, sonra 5 ola bilər, 6 ola bilər, 7 ola bilməz, 8 ola bilər, 9 ola bilməz, çünki o S-in qiyməti. Deməli, B-nin ala biləcək qiymətlər isə bunlardır. Məsələn, gördüyünüz kimi bu sualın həllini ödəyən neçə dənə B-nin qiyməti var? 6 dənə. İndi gəlin variantları yoxlayaq. Bizə nə deyirdi? Hansı ehtimalı hansı daha azdır? B S-dən kiçikdir. Gördüyünüz kimi S-in qiyməti 9 və B-nin qiymətləri nədir? Bütün halda 9-dan kiçikdir. Bunun ehtimalı nəyə bərabərdir? 100%-ə bərabərdir. Ehtimal nədir yoldaşlar? Gözlənilən hadisənin ümumi hadisədə olma payıdır. S-in qiymətləri hamısı 9-dan kiçik olduğuna görə bu 100% doğrudur. B variantı, B-miz tək ədəddir. B-miz tək ədəd olması 1, 2, deməli 6 haldan ikisindədir. 6 haldan ikisində təkdirsə, o zaman təxmin olaraq bu 6-da 2 edir də, belə deyək, ehtimal olaraq. Sonra B 5-dən böyükdür. 5-dən böyük olma isə yenə 2 hal var. Gördüyünüz kimi burada yenə də nə edir? 6-da 2 edir. B Y-dən böyükdür. Y-in qiyməti 1-dir. Gördüyünüz kimi neçə dənə halda böyükdür? 5 halda böyükdür. Bu da təxmin edir 6-da 5. Və B Ə-dən böyükdür. Ə-dən böyük isə Ə-nin qiyməti 7-dir. B-nin Ə-dən böyük sadəcə bir dənə qiyməti var. Yəni 6-da 1 halla Ə-dən böyükdür. Hər bir variantda göstərilənlərin ehtimallarını hesabladıq və burada isə gördüyünüz kimi ən kiçik olan nədir? Y variantıdır. Yəni B-nin Ə-dən olma ehtimalı, böyük olma ehtimalı nədir? Ən kiçik olan haldır. Maraqlı bir sual nümunəsidir ki, yəni keçid olaraq növbəti 55 nömrəli sualımız. Verilən sözlər arasındakı məntiqi əlaqəyə əsasən analoji variantı seçin. Sözlərin ardıcılığı nəzərə alınmalıdır. Dərsdə də qeyd etmişəm. Cümlə qurmanız yetərlidir. Tərəvəzin bir növü kartofdur. Kartofdan püre hazırlanır. Püre də nədir? Xörəkdir. İndi bu analogiyanı özündə saxlayan variant isə B variantıdır. Heyvanın bir növü şinşilla. Şinşilladan şuba hazırlanır və şubada nədir yoldaşlar? Geyimdir. Növbəti 56 nömrəli sualımıza keçid olaraq, 56 nömrəli sualımız yenə də şifrələr mövzusuna aid olan bir sual nümunəsidir. Fərqli bir tipdir. Aşağıdakı şəkildə
Bir çoxluqdakı hərflər digər çoxluqdakı hərflərlə kodlaşdırılıb. X çoxluğundakı hər sözə Y çoxluğundakı sözlərin biri uyğun gəlir. Yəni bildiyimiz şifrələmə suallarında olduğu kimi bir şərtdir. Hansı variantdakı məlumatın əlavə edilməsi verilmiş bütün hərflərin kodunu dəqiq müəyyən etmək üçün kifayət etməz deyir bizə. Şifrələmə sualları necə yazılırsa burada da eyni şeyini yazmalıyıq. Yəni sütun üzrə bölgülərdən aparmalıyıq. Məsələn, sonuncu sütuna baxanda görürəm ki, 2 dənə R, daha doğrusu 4 dənə R, bir dənə L hərfi varsa, burada 4 dənə N, bir dənə Ş hərfi varsa, artıq biz səfil kodunun bu latış sözündən kodlaşdırdığını tapa bilirik. Səfil sözü artıq latışla kodlaşdırılıbsa, fikir versək, səfillə səfir sadəcə son hərfinə görə fərqlənir. Deməli, o zaman səfir sözü də L, deməli, S, Ə, F hissəsi o latışın L atısına uyğun gəlməlidir. Ona uyğun gələn latın sözüdür. Bunu da tapdıq. Daha sonra digər sözləri tapaq. Deməli, digər sözlərimizdən deməli, əvvəldə olan artıq biz S-in kodunu tapmışıq. Qalıb sonra hünər sözünü tapa bilərik. Çünki əvvəldə məsələn S-ləri ilə başlayan tapmışıq. Ə ilə başlayan 2 dənədir. Burada da bir dənə də H qalır. 2 dənə Ə ilə başlayan, deməli, ona uyğun olan 2 dənə A var burada. O zaman biz hünər sözünün də tək qalan əfqan sözünə uyğun olduğunu tapa bilirik. Qaldı əsmər və əskər sözləri. Bu əskər və əsmər sözlərin hər biri aldan sözü isə, biri də albanla kodlaşdırılır. Görürsünüz ki, diqqətlə fikir verirsəz, əskər və əsmər sözlərinin bütün hərfləri eynidir, sadəcə 3-cü hərflər bir-birindən fərqləndirilir. Onları kodlaşdırılan aldan və alban sözlərində yenə həmçinin bütün hərfləri eynidir, sadəcə 3-cü hərfləri fərqlənir. Biz bu D ilə B-ni hansının C, hansının M olduğunu müəyyənləşdirməliyik. Diqqətlə fikir versəz yoldaşlar, burada bütün hərflərdən, Ə hərfindən, S hərfindən, I, hamısını tapmışıq. Məsələn, əgər səfil sözü latın sözüdürsə, onun biz müvafiq olaraq hansı hərfin hansını kodlaşdırdığını, daha sonra səfil sözü latışla kodlaşdırılıbsa, yenə həmçinin hünər sözü əfqanla kodlaşdırılıb, hər birini tapa bilirik. Amma bu əskərlə əsmərin bilirik, aldanla albandan biridir. Amma hansı olduğunu bilmirik. Nə üzrdən bilmirik? Çünki C və M hərflərinin hansının D, hansının B hərfi ilə kodlaşdırdığını artıq bizə məlum deyil. Bunu tapmaq lazımdır. Və bunu tapsaq, artıq hər bir sözün müvafiq olaraq hansı sözlə kodlaşdırdığını tapmaq olar. Amma bizə kifayət etməz deyir. Gəlin baxaq. Variantlarla əlbəttə ki, işləyəcəyik burada. X çoxluğuna sürmə sözünün Y çoxluğunun qarşılığına. Baxırıq yoldaşlar. Deməli, bizə nə lazımdır? Bunlar deməli C ilə M, bu X çoxluğunun hərfləridir. Bu isə Y çoxluğunundur. İndi mən yoldaşlar, əgər X çoxluğuna sürmə sözü əlavə eləsəm, burada M hərfi əlavə olundu. Artıq M-dən 2 dənə olacaq deyə və mütləqdir ki, mən ona Y çoxluğunda da qarşılığını versəm, 2 dənə və B tək o zaman nə olacaq? C hərfi tək qalacaq. 2 dənə M, bir dənə C olduğuna görə artıq mən mütləq şəkildədir ki, M-in kodunu tapa bilərəm fərqliliyinə görə. Bu bizə yaramır, çünki bizdən kifayət etməzi soruşur. Y çoxluğuna nabat. Y çoxluğuna nabat sözü əlavə eləsəm, yəni baxın, Y-də axtardığım hərflərdən biri B-dir. Artıq burada da 2 dənə B olmuş olacaq, D tək qalacaq, 2 dənə B olacaq, yenə də onun kodunu tapmaq olar. Y çoxluğuna balta sözü əlavə eləsəm, yenə də gördüyünüz kimi B hərfi bu Y-də axtardığımızdan biridir. Yenə də 2 dənə D, 2B, 1D qalacaq, yenə də tapmaq olur cavabımızı. Keçirik D variantı, X çoxluğuna sərgi sözü. X çoxluğuna sərgi əlavə eləsəm, aha, burada baxıram ki, axtardığım hərflərdən biri C hərfi əlavə olunacaq. Yenə də o zaman bir dənə C əlavə olunsa, o zaman 2C, 1M olur. Yenə də biz nə edə bilərik? Hər bir hərfin kodunu tapmaq olur. Bu da bizim işimizə yaramır. Y variantı Y çoxluğuna tanış sözünün X çoxluğuna onun qarşılığını əlavə eləsək. Baxsaq yoldaşlar, tanış sözünü mən hər bir hərfin zaten yuxarıdakı bu latış sözündə, latın sözündən bunları bilirəm. Yəni burada onların hamısı var. Bunları təzədən ora əlavə olunması məndə heç bir dəyişiklik yaratmayacaq. Çünki mənə nə lazımdır? Y çoxluğunda D və B ilə bir fərqlənmə yarada biləcək və yaxud da X çoxluğunda C və M hərflərindən fərqlənmə yaradacaq bir şey lazımdır. Amma tanış sözündə isə bunların heç biri olmadığına görə bunun ora əlavə olunub olunmaması nə olacaq? Heç bir dəyişiklik yaratmayacaq. Yəni Y çoxluğuna tanış sözünün əlavə olunması buradakı hərflərin hər birinin kodunu tapmağa kifayət etməyəcək. Bu yüzdən düzgün cavabımız olur Y variantı. Növbəti 57 nömrəli sualımız qeyri-aşkar operatorlara aid olan bir sual nümunəsidir. Sadə bir sualdır.
Sualımızın sulu belədir ki, hər bir ədədin rəqəmlərini vurub sonra toplayırıq. 2-ni 4-ə vurduqda 8, 3 6-ya vuranda 18 və 8-dən 18-in cəmi 26. Və artıq digər sətirlərdə yoxlamayacağım. 7 birin 7 üzərinə gəlirik, 4 üçün 12, nəticəniz olur 19 A variantı. 58 nömrəli sualımız ədəd və hərf ardıcılığının uyğunlaşması kimi baxa bilərik. Şifrələnməsi verilib burada. Ədədlərin hərflərindən şifrələnməsi uyğun olaraq uyğunlaşdırmaq lazımdır. Məsələn, tutalım ki, bunun birinci hərfi, tutalım, məsələn, siz A variantı ilə baxırsınızsa, A-nın yerində, məsələn, 0-ın yerində Z dayanırsa, harada artıq 0 varsa, yerində Z olmalıdır. Məsələn, gördüyünüz kimi A variantına uyğun gəlir. Məsələn, B-də uyğun gəlir. C variantına baxası olsaq, C variantına gördüyünüz kimi uyğun gəlmir. Çünki bunun, məsələn, birinci hərfi X-dir, amma bunun ikinci hərfi də X olmalı idi, çünki bunun ikinci rəqəmi 0-dır. Deməli, sizin cavabınız C ola bilməz. Həmçinin deyir, burada baxaraq Y variantı X-dir, burada nədir? Z-dir. Deməli, bu da sizin cavabınız ola bilməz. Və yaxud da, məsələn, haradan baxsaq, məsələn, bunun sonuncu hərfi 5-dir, bunun da sonuncu hərfi 5-dir. Deməli, son hərfləri eyni olmalıdır. Burada N-dir, burada C-dir. Deməli, bu da sizin cavabınız ola bilməz. D ilə qaldı B, onlar da uyğundur. Sonra, məsələn, baxaq nəyə, nədən baxmaq? Məsələn, bunun birinci hərfi, bunun sonuncu hərfi görsün, ancaq sondan əvvəldən baxıram ki, daha rahat olsun və bunun da üçüncü hərfidir. Deməli, sonuncusu və deməli, bunun sonuncusu gördüyünüz kimi C-dir, amma bunun əvvəlində olan C deyil, V-dir. Deməli, bu da sizin cavabınız olmur. Düzgün cavabınız olur B variantı. Keçsək növbəti 59 nömrəli sualımız ardıcıllıq sualıdır. Deməli, 2-dən 5-i almaq üçün vurma ilə gedəcəyik, çünki gördüyünüz kimi artmalar daha çoxdursa, toplama ilə getməkdənsə vurma ilə getmək daha məsləhətlidir. 2-dən 5 almaq üçün 2-yə vurub üzərinə 1 gəlib, 5-dən 12 almaq üçün 2-yə vurub üzərinə 2 gəlib, daha sonra 2-yə vurub üzərinə 3 gəlib. İndi gördüyünüz kimi hər dəfə 2-yə vurur, sadəcə üzərinə gəldiyi ədədlər 1, 2, 3. Deməli, növbəti nə olmalıdır? Vur 2 üstə gəl 4, yenə vur 2 üstə gəl 5. 27-ni 2-yə vurub üstünə 4 gələndə cavabımız olur 58 D variantı. 60 nömrəli sualımıza keçsək, aşırı operatorlara aid olan sadə bir sual nümunəsidir. Bu tip suallarda biz vurğulamışdıq ki, aşırı operatorlarda verilən operator kəsirin sürətində, məxrəcində olduqda, mötərizi ilə hər hansı bir ədədə vurulduqda, kök altı olduqda, qüvvət funksiyası olduqda ən yaxşı nə edirdik? Yerinə bir x qoyurduq, artıq bunun yerinə x qoyuram. Və buradan zaten A-nın B-nin qiyməti müəyyənləşdiririk. A bərabərdir 5-dir və B-miz də nəyə bərabərdir? B də bərabərdir 2-dir. Buraya x qoyandan sonra artıq bunu tənlik kimi alınır və sadə həll eləmək daha rahat olur. O zaman A kvadratı üstə gələk B. Yəni A-mız 5-dir. Olur 5-in kvadratı üstə gələk B-nin qiyməti 2. Bölünsün yerinə x yazmışam. Bərabərdir 3 vurulsun A minus B. Yəni 5 çıxılsın 2. Bölünsün 5 plus 2. Yəni yazıram belə. İndi hesablayası olsaq 5-in kvadratı 25 üstünə 2 gələndə 27. Bölünsün x bərabərdir 3 üçün 9. Bölünsün 7. Burada 27 ilə 9 ixtisar gedir. Deməli 9 ixtisar gedir. Qalır burada 3. Burada qalır 1. Deməli, onda belə çıxır ki, x bərabərdir 21 cavabı alırsınız. Düzgün cavab olur C variantı. 61 nömrəli sualımız xəyali qatlama və kəsrlər bölməsinə aid olan bir sual nümunəsidir. Maraqlı qatlamadır. Deməli, birinci qatlamamız gördüyünüz kimi diaqonal xətt üzrə yuxarıdan aşağı, daha sonra növbəti diaqonal üzrə belə qatlanılıb. Sonra üfüqi xətt üzrə yuxarıdan aşağı və bir də şaquli xətt üzrə sağdan sola. Gördüyünüz kimi 1, 2, 3, 4 dənə qatlama var. Bütün variantların üzərində bunu nə etmək lazımdır? Çəkib yoxlamaq lazımdır. Amma mən deməli, birinci diaqonal qatlamamız olmalıdır bu vəziyyətdə. Yəni, bu hissəyə harada olacaq? Gördüyünüz kimi fiqur bu hissəsində olmalıdır. Gəlin, baxaq, görək, məsələn, hamısının üzərinə bunu çəkirəm. Və Y variantının üzərində. Əlbəttə, şimdi Y-yə baxdıqdan sonra burada ola bilməz. Çünki mən diaqonal formada qatlamada və plus şəkilli qatlamalarda dərsdə də vurğulamışdım. Hər hansısa bir komponent özü ilə bir yerdə 4 dənə yerdə olmalıdır. Məsələn, yəni buradakı olan komponentlər burada da olmalı idi, burada da olmalı idi. İkisi yoxdur, ikisi var, ikisi yoxdur. Deməli, Y-ni yoxlamağa gerək yoxdur. İndi keçsək növbəti simmetroklarına baxmağa. Burada növbəti qatlamamız isə gördüyünüz kimi bu birinci ilə ikinci qatlamanı yazdıq diaqonal üzrə. Növbəti isə üfüqi qatlamamızdır yuxarıdan aşağıya. Bütün variantlarda görürsünüz yuxarıdan aşağı, yəni bu hissənin yuxarıdan aşağı simmetriyası var, problem yoxdur. Sonra üfüqi şaquli xətt üzrə isə nə edib?
sağdan sola. İndi şaquli xətti üzrə bu üçbucaq hissədə gördüyünüz kimi aşağı olduğuna görə deməli bizim cavabımız harda olmalıdır? Aşağı hissədədir, bu hissədə olmalıdır. Yəni məsələn B variantında burada. C-də də burada. D-də də bu hissədə olmalıdır. Bu hissəsində nə qurmalısınız yoldaşlar? Şaquli simmetriya qurmalısınız. Məsələn, gəlin baxsaq. Şaquli belə simmetriya qurası olsaq bu hissəni çəkirəm. Belə. Və bu vəziyyətdir. Aha. Gördüyünüz kimi bütün variantlar həmin o hissəyə belə desək ki, uyğun gəlir. Amma məsələ nədir? Növbəti addımlarda simmetriya açmaq. İndi məsələn siz tutalım ki, buradan bax bu üçbucağın gördüyünüz kimi sol və sağ tərəfləri bir-birlərinin simmetriyası olur. Daha birinin üzərini göstərəm, digərinin üzərini göstərmirəm. İndi problem yarada biləcək hissələr nədir? Problem yarada biləcək hissələr odur ki, biz diagonal üzrə simmetriya qururuqsa, diagonal üzrə artıq simmetriya qurduqda, məsələn, bunun burasında belə düzbucaqlı vəziyyətdədirsə, aşağısında da mütləq düzbucaqlı olmalı idi, amma burada ox kimi belə ola bilməz. Ona görə sizin cavabınız C olmur. Kesit alaraq növbəti addımda, yenə də D variantını həmçinin diagonal üzrə simmetriya quranda, və burada fikir versəz, təxmini olaraq qurduqda, bu kvadratın küncü tam bu küncə gəlib çatmır. Yəni, burada məsafələr yaranır. Bu məsafə yarandığına görə heç zaman D variantında olduğu üçün burada düzbucaqlı bütövləşə bilməz. Mütləq şəkildə nə olmalıdır? Ayrı-ayrı olmalıdır. Eyni analogiyanı biz nədə də görürük? Həmçinin B variantında da görürük. Baxın, burada görürsünüz, simmetriya oxundan məsafə var deyə, burada da kənardan məsafə var. O zaman bunu belə götürdükdə, bu hissədən belə götürdükdə, bu gəlib tam küncə çatmalı deyil. Ona görə sizin cavabımız B-də olmur. Nə olacaq? A variantı olacaq. Çünki bunun bu hissəsini götürür, bunun burada simmetriyası yaranır. İndi ola bilər mən xətləri ilə çəkmişəm ki, problemlidir. Sonradan inirsiniz, diagonal simmetriya quranda bu yuxarıdakı kvadratın yarısı aşağısını tamamlayır. Və artıq 4 dənə də olma məsələsi də yenə də A variantında da ödənilir. Yəni, biraz diqqət tələb edən bir sual nümunəsidir. Növbəti 62 nömrəli sualımız bizə deyir ki, 4, 5, 9, 10, 11, 17 ədədlərini aşağıdakı cədvəlin xanalarına elə yazmaq lazımdır ki, sətir və sütunlar üzrə ədədlərin cəmi eyni olsun, sual əvəzinə hansı ədəd olmalıdır? Gördüyünüz kimi yuxarıdakı ədədlərdən başqa aşağıda da ədədlər var. Mən bunun yolunu dərsdə demişdik. Nə etmək lazımdır? Bu ədədləri toplayıb nəyə bölmək lazımdır? 3-ə bölmək lazımdır. Çünki cədvəlimiz 3 sətirdir. Mahiyyətini izah edirəm. Bizə deyir ki, sətir və sütun üzrə eyni olsun. Tutalım, birinci sətirdəki yerləşən ədədlərin cəmi x olarsa, deməli, ikinci sətir də x olmalıdır. Üçüncü sətirdə nə olmalıdır? X. Bunları mən toplayası olsam, bütün cədvəlin içərisindəki ədədləri verir. Yəni 3x-i verir. Və 3x də buradakı obş ədədlərin cəminə bərabərdirsə, yəni nəsə alacağıq. Deməli, mən bu cəmi 3-ə bölsəm, bu x-in qiymətini rahat bir şəkildə tapa bilərəm. Yəni, mahiyyət budur. Qısaca olaraq izah elədim. Gəlin, bu ədədləri bir-bir toplayaq, görək neçə eləyir. Deməli, 4 üstəgəl, 5 üstəgəl, 9 üstəgəlinsin. 10 üstəgəl 11 üstəgəlinsin 17. Əksər tələbələr ola bilər ki, bunları toplasın, amma gördüyünüz kimi cədvəlin içərisində də ədədlər var. 6 üstəgəl 18 üstəgəl 19. Və bizə bu verir 99. Artıq mən 99-u böləcəm 3-ə. 99-u böldük 3-ə, alındı nə? 33. Deməli, sətir və sütun üzrə cəmlər hamısı nə olmalıdır? 33 olmalıdır. Baxın, bunun sehirli kvadratdan fərqi nədir? Sehirli kvadratdan fərqində, sehirli kvadratda deyir ki, diagonal üzrə cəmlər də ona bərabərdir, amma burada o şərti verməyib. Artıq biz burada növbəti bölmə əməliyyatını icra eləməyəcəyik. Dərsdə izah eləmişəm onu sizə. Yəni, sadəcə biz burada artıq birini eləməyimiz kifayətdir. 33. 6, 18. Neçə eləyir? 24. 33 olması üçün bizə nə çatışmır? 33 olması üçün deməli bizə çatışmır 9. 9-dan 19-un cəmi 28 və 33 olması üçün bizə çatışmır 5. Artıq bizim ədədlərdən deməli 6 getdi, 19 gedib, 18 gedib, sonra 9 gedib, 5 gedib. Qalıb digər bu ədədlərimiz. İndi bunlarla yenə uyğunluq cədvəli, yəni hamısını da eləməliyik ki, cəmlər 33 olsun. Davam eləsək. Deməli, məsələn, 17 böyükdən başlayasaq, çünki bizə ipucu verə biləcək hissələrdən biri 17-dir. 17-ni nə mən bu sətrə, nə də bu sütuna yaza bilmərəm. Niyə? Çünki cəm biri 33 olmalıdır. Məsələn, mən ya bura 17 yazsam, 18 ilə 10 cəmi artıq 33-ü aşır. Həmçinin burada da sualın yerinə də yaza bilmərəm. Çünki 17 ilə 19-un cəmi yenə də 33 aşır. Deməli, artıq bura ilə bura yaza bilmirəmsə, deməli, hara yazmalıyam? Mütləqdir ki, 17-ni bura yazam. 6 ilə 17-nin cəmi 23, deməli, burada 10 olmalıdır. 10 ilə 19-un cəmi 29, deməli, burada 4 olmalıdır. 22, burada da nə olmalıdır? 11 olmalıdır. Zaten biz sualın yerini artıq əvvəlcədən tapmışıq. Cavabımız nə olacaq? A variantı 10. Növbəti 63 nömrəli sual. Qəbula da bu tipdə bir sual düşüb. Yenə ədədlər üzərində əməllər bölməsinə aid olan bir sual nümunəsidir.
M-in vurulsun P 348, M-in vurulsun Q bərabərdir 342. Bizə deyir ki, M-in vurulsun PQ nəyə bərabər? Yazıram. M-in vurulsun PQ. Biz nə etməliyik? M-ni PQ-yə vurmaq üçün ilkin öncə M-ni nəyə vurmaq lazımdır? Q-yə vurmaq lazımdır. Biz özü zaten verib. M-ni Q-yə vuranda neçə olur? 232. Yazıram bura altına. 232. Növbəti addımda nə etmək lazımdır? M-ni nəyə vurmaq lazımdır? P-yə vurmaq lazımdır. M-nin də P-nin hasilini özü verib ki, 348 ili və bir addım sürüşdürüb 348-i soldan yazırıq. Və daha sonra bu ədədləri toplayacağım. Mərtəbələr üzrə 2 olduğu kimi düşür aşağı. 3 ilə 8-in cəmi 11, 1 yazırıq, 1 yadda. 2 ilə 4-ün cəmi 6, 1 yadda 7 və 3. Deməli, M-ni P2-yə vuranda 3712 edir. Düzgün cavabımız olur Y variantı. 64 nömrəli sualımız söz analogiyasına aid olan bir sualdır. İxtiyologiya elmlərlə bağlı sualdır. İxtiyologiya bildiyiniz kimi balıqlar haqqında elmdir. Arachnologiya isə hörümçəklər haqqında elmdir. Düzgün cavabımız olur C variantı. 65 nömrəli sualımız tərəzilər mövzusuna aid olan bir sualdır. Fərqli fiqurların çəkiləri fərqli bir rəqəmli ədədlərə uyğundur. Tərəzi elementlərinin və askı vasitələrinin çəkisi nəzərə alınmır. Sual işarəsinin yerinə hansı ədəd yazılmalıdır? Gördüyünüz kimi nədir? Bir rəqəmli ədədlər qoymalısınız yerlərinə. Əlbəttə ki, nə etmək lazımdır yoldaşlar? Biz burada bu tip tərəziləri həll etmək üçün hamısı da tarazlıqda olduğuna görə əmsallar verirdik yadınızdadırsa və biz deyirdik ki, ən aşağı səviyyədə olan qolların hər birinə biz x əmsal, yəni tutalım x versək, bunlar olacaq o zaman ən aşağı səviyyədə olan qollar x. Onlardan bir mərtəbə yuxarıda olan qollar isə ki, hansı ki, burada yerdə qalan digər 4 qolumuz isə onlardan bir mərtəbə yuxarıdadır. Bunların hər birinin əmsalı 2x, yəni onlardan 2 dəfə böyükdür. Məsələn, artıq nə edəcəyik? Yerinə qoyub həll edəcəyik. Məsələn, hardan başlamaq daha məsləhətli olar? Diqqətlə baxsaq, biz bu qolla bu qolu çəkiləri də bərabərdir bir-birlərinə və eyni zamanda nədir? Eyni fiqurlardan istifadə olunur. İndi və bir rəqəmli ədədlər deyilsə, deməli 1-dən 9-a qədər ədədlərdir. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. İndi buradan eyni olan fiqurları ixtisarləsək, bu getdi və bunun birindən bunun biri getdi. Qaldı burada bir dənə romb, burada da qaldı 3 dənə bu fiqurdan. Deməli bu romb bunların 3-ünə bərabər. Yəni biri o birisindən 3 dəfə böyük olmalıdır. Biri o birisindən 3 dəfə böyükdürsə, ya 1 ilə 3 olar, ya 3 ilə 6 ola bilər, 3 ilə 6 üzr istəyirəm, 3 ilə 9 ola bilər və yaxud da ki 2 ilə 6 ola bilər. Başqa yoxdur. Bunları nə etmək lazımdır? Yoxlamaq lazımdır. Məsələn, mən yoxlasam əgər 2 ilə 6-nı. Bura tutalım 2 yazsaq. 2, 2, 2, 2. Neçə oldu? 4 dənə 2, 8, üstünə 6 gələndə 14. Burada 6, 6 yazdı, 12, 14. Gördüyünüz kimi alınır. Və yaxud da ki başqa. 1 ilə 3 yazsaq. Bura nə yazırıq? 3, 3. Bura yazmalıyıq o zaman 1. Burada olacaq 1, 1, 1, 1, 4. Bura 3 yazanda 7. Gördüyünüz kimi yenə də ödənilir. 3-dən 9-dan da ödəniləcək. Amma indi sual çıxır ki, mən hansıları qoymalıyam? Əlbəttə ki, eləsin qoymalısınız ki, digər qollarla da yerinə qoyduqda nə alınsın? Siz uyğunluq ala biləsiniz. Yəni, çəkisi ona bərabər olmalıdır. Məsələn, belə deyək. Tutalım ki, siz 2 ilə 6 qoydunuz. Bura məsələn qoyduq 6-nı, burada qoyduq 2-ni. 2, 2, 2, 2, bu da oldu 6. Yəni, x-in qiymətini neçə tapdıq? 14 tapdıq. X bərabərdir 14. X bərabərdir 14-dürsə, məsələn, burada gördüyünüz kimi bir dənə dairəmiz x-lə ifadə olunub. Yəni, bunun qiyməti deməli 14-dür. Amma fiqurun biri də 14 ola bilməz. Çünki maksimum neçəyə qədərdir? 9-a qədərdir. Deməli, 6 ola bilməz. 6, 2 ola bilməz. O zaman 3, 9 da olmayacaq. Deməli, siz hansı kombinasiyanı götürəcəksiniz? Götürməli olacağınız ən kiçik olan 1 ilə 3-dür. O zaman romblarımız 3 ilə ifadə olunub. Digər fiqur isə 1. 1, 1, 1, 1, bu da oldu 3. Və bu zaman gördüyünüz kimi hər ikisində cəmləyə bərabərdir. X-in qiymətini artıq 7 tapdıq. X 7-dirsə, 2x də bərabərdir 14 olduğunu artıq müəyyənləşdiririk. Artıq digər fiqurları tapmaq çox rahatdır. Götürürəm bu fiqurun yerini yazıram 3. Bu da dedik 7-dir. 7-dən 3 çıxanda 4, deməli bunların hər biri olmalıdır 2. Bu fiqurları tapmışıq. 1, 1, 1, cəmi oldu 3. X-in də qiyməti olacaq neçə? Yəni bu 3 bucağın qiyməti oldu 4. O zaman dairə 7-dir. Bu fiquru biz 2 tapmışdıq. Cəmi 7 olması üçün 5 bucaqlı 5 olmalıdır.
Bu fiquru biz 1 tapmışıq. Deməli bizim bu ulduzumuz 6-dır. Rombu biz tapmışdıq 3. O zaman üçbucaqdakı 4-dür. Bayaq əvvəldən tapmışıq. Üçbucağın qiymətini 4. Bu fiqura verdik biz 1 tapmışıq. 4 ilə 1-in cəmi 5. 2 qıs, yəni 14 olması üçün deməli bu trapesiya 9 olmalıdır. Trapesiya 9, bu 3, 12, deməli bu 2 olmalıdır. Gördüyünüz kimi yenə ödənilir. Bura 6 yazırıq. Bu fiqur deməli kvadrat 8 olmalıdır. Bu da 7, 7. Hər bir fiqurun gördüyünüz kimi kütləsini tapmışıq. Gətirib aşağıda yerinə qoyub hesablaya bilərik. Deməli, 5 bucaqlının qiymətini biz tapmışdıq elə 5. 5 güşəlinin qiyməti tapmışdıq 6. Kvadratın qiyməti 8. Trapesiyanın qiyməti 9. 5, 6, 11, üstünə 9 yerində 20, üstünə 8 yerində 28. Düzgün cavabımız olur B variantı. Növbəti 66 nömrəli sual. Aşağıdakı şəkildə A, B və C çevrələrdə uyğun olaraq 2, 3 və 7-yə bölünən ədədlər verilmişdir. 1, 2, 3, 4, 5, 6, 7 rəqəmləri isə bu çevrələrlə sərhədlənmiş sahələri göstərir. Bizə deyir ki, şəkilə əsasən 28 ədədi hansı bölgədə olacaq? Bunu tapmaq üçün nə etməliyik? Bunu tapmaq üçün mən dairələri fərqli rənglərlə işarələyəcəm ki, birinci hansıdır? Deməli, bizim bu birinci dairəmiz, yəni bu A dairəsində olan sahələr nəyə göstərir? Uyğun olaraq, deməli, bizə demişdi A, B, C uyğun olaraq 2, 3 və 7-yə bölünür. Deməli, A dairəsi 2-yə bölünən ədədləri göstərir. 2-yə bölünən. B dairəsində yerləşən ədədlər bizə göstərir, yəni buradakı olan sahələr 2-ci sahə, 5-ci sahə, 6-cı və 3-cü sahələr 3-ə bölünənləri göstərir, 3-ə bölünən ədədlər. Və aşağıda yerləşən dairəmiz isə, yerdə qalan digər dairəmiz isə burada olan sahələr. Hansı sahələrdir? 4, 5, 6 və 7 isə burada 7-yə bölünən ədədlər göstərir. İndi nə deyir bizə? Hansı ədəd? Deməli, 28 ədədi. Əlbəttə ki, 28 bildiyiniz kimi 3-ə bölünmür. 28 3-ə bölünmürsə, deməli, artıq 3-cü dairədə, yəni B-də olan sahələrə düşə bilməz bu 28 ədədi. Ya 1, 4 və nədir? 7. Bu 3 sahədən birində olmalıdır. Və diqqətlə fikir versək, 28 həm 2-yə də bölünür və həmçinin 7-yə bölünürsə, deməli, sadəcə 2-yə bölünənlərin içərisində ola bilməz. Yəni, sadəcə gördüyünüz kimi 2-yə bölünənlərdə birinci sahədir. Burada ola bilməz. Çünki axı 7-yə də bölünür. Və yaxud da sadəcə 7-yə bölünən ədədlərin içərisində olan 7-ci sahədə də ola bilməz. Çünki 2-yə də bölünür. Deməli, harada olmalıdır? Həmin o 2 dənəsinin kəsişməsində olmalıdır. Yəni, bax, bu hissədə olmalıdır. O da hansı sahəyə düşür ora? 4-cü sahə. Deməli, 28 ədədi 4-cü sahədə olacaq. Düzgün cavabımız olur B variantı. Növbəti 67 nömrəli sualımız ədəd ardıcılığına aid olan bir sual nümunəsidir. Gəlin, baxaq görək nə edib. 0-dan 1 almaq üçün üzərinə 1 gəlib, sonra yenə 1 gəlib, 2 gəlib, 4 gəlib, 3 gəlib, 9 gəlib. Diqqətlə fikir versək, 1, sonra növbəti ədəd isə 1-in kvadratı, 2, 2-nin kvadratı 4, 3, 3-ün kvadratı 9, 4, deməli növbəti adımda 4-ün kvadratı 16 gəlməlidir. 24-ün üstünə də 16 gəlində cavabımız olur 40. Yəni C variantı. 68 nömrəli sualımız yenə şifrələr mövzusuna aid olan bir sual nümunəsidir. Bizə fərasət sözünün şifrəsini soruşur. Gəlin baxaq görək necə yaza bilərik. Yenə də sütun üzrə əlbəttə ki bölgələrdən istifadə edəcəyik. Məsələn, birinci sütunda 9, 8, 1 fərqlidir. Amma 6 ilə 2 dənə 6 var. Burada da əvvəldə 2 dənə eyni olan nədir? Z hərfidir. Deməli, biz Z hərfinin bərabərdə 6 olduğunu tapırıq. Z hərfi 6-dırsa, artıq biz fərz sözünü tapa bilərik. Çünki sonu Z ilə qurtarır. Sonu Z ilə qurtaran da 6 ilə olan olmalıdır 9, deməli 9756 oldu fərz sözü. Sonra sonda baxsaq digərləri 3 dənə F var. 3 dənə F var, bir dənə H var. Burada da 3 dənə 9 var. Deməli, bu 9'lar F'in kodudur. F bərabərdir 9'dur. H da o zaman nə olacaq? 0 olacaq. Yəni 1750. Bu da belə getdi. Deməli, şərh sözünü yazıram bura o zaman. Şərh yazdıq. Oldu 1750. Daha uyğun olaraq hər bir hərfin kodu da buradadır. Sonra nəyi tapmışdıq? Biz fərz sözünü tapmışdıq ki, fərzi də yazaq. F-R-Z yazsaq. Onun da kodunu nə tapmışdıq? 9756. İndi bizdən fərasəti soruşur. Fərasəti soruşursa, avtomatik fərz sözünün 3 hərfi ilə fərasətin 3'ü eyni edirsə, deməli, əvvəli 975-dən olmalıdır. Bütün variantlar buna uyğundur. Hamısı. İndi keçirik digərlərini yazmağa. İndi fərasət sözündə nə yoxdur məsələn? Məsələn, H hərfi yoxdur. Deməli, fərasət sözünün kodunda 0 rəqəmi ola bilməz. Və yaxud da ki, fərasət sözündə sonra nə var? R hərfi var, R-nın kodunu tapmışıq.
Sonra daha nə tapmalıyıq? Z ola bilməz, deməli yəni 6 ola bilməz. Sonra fərasət sözünün ikinci və sondan ikinci hərfləri eynidirsə, kodları da eyni olmalıdır. Görək elə bir uyğunsuzluq varmı? Yoxdur. Növbəti problem yaradanlardan biri artıq variantla çıxış eləməliyik. A variantına siz baxası olsanız, deməli kodunda dördüncü və sonuncu rəqəmlər eynidir. Kodunda sözdə eyni olmalıdır, amma burada elə bir eynilik yoxdur. Görürsünüz A və T hərfləri, deməli sizin cavabınız A deyil. Bu analogiyaya görə biz nəyə də çıxırıq yoldaşlar? B variantına çıxırıq, çünki ikisi də eynidir. Belə bir eynilik yoxdur. Həmçinin C variantı da bizim cavabımız ola bilməz. Nə üçün ola bilməz? Çünki dedik ki, şərh sözü nədir? 1750 isə Ş hərfinin kodu 1-dir. Ş hərfinin kodu 1-dirsə, fərasət sözündə Ş hərfi yoxdur. Deməli, tərkibində bir rəqəmləri də ola bilməz. Bu yüzden bizim cavabımız D və C variantları da olmur. Düzgün cavabımız olur nə? Y variantı. Maraqlı bir sual nümunəsidir və qeyd edim ki, bu tipdə dəfələrlə qəbulda sual nümunəsi istifadə olunub. 69 nömrəli sual. Aşağıdakı cədvəldə 1-dən 9-a qədər rəqəmlər bir dəfə istifadə olunmaqla yazılmalıdır. Cədvəlin sağ və aşağısında oxlarla göstərilmiş ədədlər isə yerləşdirdikləri sətir və ya sütunun əməliyyatlarının nəticəsini göstərir. Yəni, prinsip sadədir. Məsələn, birinci sətirdə B-nin yerinə elə bir ədəd qoymalısınız ki, onu C-yə vurub üzərinə D gəldikdə 33 olsun. Həmçinin də sütun üzrə də olmalıdır. Bunlar ödənməlidir. Burada əlbəttə ki, əməllərin icra olunma ardıcılığına mütləq şəkildə fikir verməlisiniz. Siz bilirsiniz ki, ilkin öncə vurma, bölmə əməliyyatları, daha sonra isə toplama, çıxma əməliyyatları icra olunur. Bizdən cədvəldə A-nın qiymətini soruşur. Yəni, A-mız da yerləşir 3-cü sətirdə. 2-ci sətirdə üzr istəyirəm. Burada artıq bunu tapmaq çox rahatdır. Bəzən tələbələr nə edirlər bunu? 7-nin üstünə 2 gəlirlər, neçə eləyir? 9, 9-u nəyə vuranda 13, bunu tapmaqda çətinlik çəkirlər. Əvvəldə də qeyd etdiyim kimi, birinci vurma, bölmə olmalıdır. 7-nin üzərinə nə gələndə 13 eləyir? 6. Deməli, 2-ni nəyə vurduqda 6 eləyir? A-nın qiyməti nə olmalıdır? 3 olmalıdır. 2, 3-ün 6, üstünə 7 gələndə 13. Vəssalam, cavabımız olur A variantı. Daha heç də cədvəli sona qədər doldurmağa gərək yox imiş. 70 nömrəli sual. Qanuna uyğunluğu müəyyən edin. Sual əvəzinə uyğun olan variantı tapın. Sadə tipli tərəzidir. Həll etmək üçün, deməli, ilkin öncə verilən tərəzidə tərəf-tərəfə toplama əməliyyatı icra edəcəm. Sol tərəfi sol ilə, sağ tərəfi sağ ilə. O zaman aşağını yığıram yuxarı, kvadrat 3 bucaq bura gəlir. Dairə ilə kvadrat da bura gəlir. Və daha sonra biz bilirdik ki, eyni olanları ixtisar eləyə bilərik. Sol və sağdan 3 bucaqlar getdi. Kvadratın biri getdi. Aldıq ki, 2 dənə kvadrat bərabərdir 2 dənə dairədir. 2 kvadrat 2 dənə dairədirsə, deməli kvadratın elə özü nəyə bərabərdir? Dairəyə bərabərdir. Kvadratın özü dairəyə bərabərdirsə, mən gətirirəm ikinci tərəzidə yerinə qoyacağam. Kvadratın yerinə dairə yazsam, 3 bucaq dairə bərabərdir. Dairə kvadratdırsa, hər tərəfdən bir dənə dairəni ixtisarləsək. Görürük ki, 3 bucaq da bərabərdir kvadratdır. Yəni, buradan belə bir nəticə çıxır ki, bu fiqurların üçü də neymiş yoldaşlar bir-birlərinə bərabərdir. Məsələn, artıq biz bunu bildikdən sonra sualımızı həll eləyə bilərik. Fiqurların üçü də bir-birlərinə bərabər olduğuna görə sizdən artıq 3 dənəli fiqur qoyubsa, variantda da 3 dənəli fiqur sizin cavabınız olmalıdır. Düzgün cavabımız olacaq D variantı. 71 nömrəli sualımız. Elektron saatda ilk 2 rəqəm saatı, növbəti 2 rəqəm dəqiqəni, sonraki 2 rəqəm isə saniyəni göstərir. Sutka ərzində neçə dəfə 6 rəqəmin 6-sı da eyni vaxtda dəyişir. 6 rəqəmin 6-sını da eyni vaxt. Məsələn, gəlin baxaq. Deməli, bu sonuncu nədir? Saniyəni göstərir. Bu, deməli, nə olacaq? Hər saniyədən bir dəyişəcək. Bu, hər 10 saniyədən bir dəyişəcək. Bu, hər dəqiqədən bir dəyişir. Bu, hər 10 dəqiqədən bir dəyişir. Düzdürmü? Bu, hər 1 saatdan bir dəyişəcək. Bu da ki, nə olacaq? Hər 10 saatdan bir dəyişəcək. Deməli, ən gec dəyişən bu birinci rəqəmdir. Ən gec dəyişən bu birinci rəqəmdir. Yəni, bu birinci dəyişəndə, deməli, onun dəyişməsini nəzərə almaq lazımdır. Çünki bizdən 6-sının da eyni vaxtda dəyişini soruşur. İndi bu birinci rəqəmin yerində hansı rəqəmlər dayana bilər? 0, 1 və 2 dayana bilər. Daha ondan artıq ola bilməz. Yəni, bura məsələn 33 saat neçə ərzində? Çünki tutqamız maksimum 24 saatdır. Deməli, bu birinci böyük mərtəbə vahidində duran əvvəldə olan bu olduğuna görə, bunun dəyişməsinə görə hamısı da eyni anda dəyişmə imkanı var. Bu da burada sadəcə 3 dənə rəqəm olduğuna görə, deməli, sutka ərzində 3 dəfə dəyişmə ola bilər. Düzgün cavabımız olur D variantı. 72 nömrəli sualımız riyazi əməl tipli cədvəllərə ayrılan bir sual nümunəsidir. Deməli, gəlin yazaq görək. Gördüyünüz kimi burada əməli də kök altında verib, həm vurmasında, həm toplamasında. Bu yüzden biz bunu nəzərə almalıyıq. Deməli, A ilə B-ni toplayıb özü kök altında. Deməli, kök altında A plus B bərabərdir 2 kök altda 6. Hər tərəfi kökdən çıxarsaq, deməli, belə çıxır ki, A üstə gələk B bərabərdir 2-nin kvadratı 4, 4-ü 6-ya vuranda 24.
Eyni analoji qaydanı biz A-nın C üzərində də icra eləsək, yenə də kök altında A plus C bərabərdir 3 kök altda 2-dirsə, buradan tapırıq ki, nə eləyir? A üstə gəlinsin C bərabərdir 9, 2, 18. Gedib yazıram bunun altına. Deməli, A üstə gəl C bərabərdir 18. Və növbəti vurmada isə BC kök altında yazırıq. Kök altında B vur C bərabərdir 4-dürsə, deməli B vur C də nəyə bərabərdir? B da yazaq. B vur C də bərabərdir kvadratı yüksəldir hər tərəfin 16. Aha, indi sadəlik olsun deyirəm, mən götürürəm bu birinci tənlikdən ikinci tənliyi tərəf-tərəfə çıxıram. Tərəf-tərəfə çıxsaq o zaman A-lar gedəcək, qalacaq. B çıxılsın C bərabərdir 24-dən 18 çıxanda 6. Götürürəm, yazıram bura. B çıx C bərabərdir 6. Bunu əlbəttə ki, belə yoxlayıb diskriminanta gətirib kvadrat tənliyi yazı da bilərsiniz. Amma ona ehtiyac yoxdur. Fikirləşirsiniz, hansı iki rəqəmin hasili 16, fərqləri isə 6-dır. Buradan görünür ki, B-miz 8 olar, C-miz də 2 olar. Həqiqətən də 8-i 2-yə vuranda 16, 8-dən 2-nin də fərqi nə eləyir? 6 eləyir. Bizdən nəyin qiymətini soruşur? A-nın qiymətini soruşur. Məsələn, buradan nə edə bilərik? A-nın qiymətini yerinə qoyub tapa bilərəm. B-ni yerinə 8 yazsaq, A-nın üstünə 8 gəlib 24 alıbsa, deməli A-nın qiyməti də 16 imiş. Düzgün cavabımız olur A variantı. Növbəti maraqlı bir sualımız var. Şifrələr bölməsinə aiddir və həmçinin də ədədlər üzərində əməllər bölməsi ilə əlaqələndirilmiş bir sualdır. Arxeoloji qazıntılar zamanı Maya qəbilələrinin keçmişdə istifadə etdikləri say sistemi ilə bağlı aşağıdakı məlumatlar əldə olunmuşdur. Belə ki, ədədlər nöqtə, xətt simvollarından istifadə olunmaqla yazılırdı. Bundan əlavə 0 rəqəmi isə üçbucaq simvolu ilə göstərilmiş. Müəyyən olunmuşdur ki, nöqtə 1, xətt isə 5 dəyərindədir. 0-dan 19-a qədər olan Maya rəqəmləri aşağıdakı şəkildə göstərilir. Buradan göründüyü kimi nədir yoldaşlar? 0-dan 19-a qədər deməli rəqəmləri bunlardırsa, deməli Maya sistemi nədir? 20-lik say sistemidir. Bunu yəqin ki, informatikadan da say sistemlərini keçmişsiniz, oradan o hissədən bilə bilərsiniz. Zaten özü də aşağıda verilib. Şəkildən göründüyü kimi Mayalılar 20-lik say sistemindən istifadə etmişlər və mərtəbə vahidlərini bizim gündəlik istifadə etdiyimiz onluq say sistemindən fərqli olaraq yan-yana yox, alt-alta yazılırmış. Mərtəbələr kiçikdən böyüyə uyğun olaraq aşağıdan yuxarıya doğru yazılırmış. Bunu da artıq bizə deyib. İndi nə deyir bizə? 73 nömrəli sualda görək bizə nə deyir. 73 nömrəli sualda bizə deyir ki, yuxarıda verilənlərə əsasən Maya say sistemində 5 dənə nöqtə, 1 xətt və 1 üçbucaq simvoldan istifadə etməklə 2000-dən kiçik ən böyük hansı ədədi yaza bilərik. İlkin öncə gəlin biz say sistemlərində, biz bunu ədədlər üzərində əməllər bölməsini keçəndə də dərsdə izah eləmişdim. Say sistemindən hər hansısa bir, məsələn, say sistemində verilmiş ədədi mərtəbələr üzrə yazmaq üçün nə edirik? Mərtəbəli, məsələn, tutalım bizə yazılıb A, B, C ədədi. Tutalım bu onluq say sisteminə çevirmək üçün burada tutalım ki, n-ci dərəcədən qüvvət olurdusa, daha doğrusu n-ci dərəcədən qüvvət nə idi? N-ci say sistemi olurdusa, biz bunu onluq say sisteminə çevirmək üçün nə edirdik? Bunun üçün sağdan sola doğru 0, 1, 2, yəni bu artan istiqamətdə yazırdıq. Daha sonra A vurulsun, A-nın üzərində 2 olduğuna görə, yəni n-in kvadratı, üzərinə gəlinsin B vurulsun, n üstü 1, üzərinə gəlinsin C vurulsun, n üstü 0. İndi 10 olanda artıq bu n-lərin yerində 10 olacaq. İnformatikadan bildiyiniz digər say sistemlərində, məsələn 2, 8 və s. olarsa o vəziyyətdə olacaq. İndi bizə 73 nömrəli sualda rəqəmləri verir və bunu nə deyir? 2000-dən kiçik hansı böyük ədədir? Yəni biz Maya say sistemində verilmiş ədədi nə etməliyik? Onluq say sisteminə çevirməliyik. Amma fərq nədir yoldaşlar? Gördüyünüz kimi onluq say sistemində ədədlər, məsələn və yaxud da digər say sistemlərini biz bunu yan-yana yazıb hesablayırdıqsa, amma bizə deyir ki, Maya say sistemində deyir, bunlar yan-yana yox. Nədir? Alt-alta yazılırmış. Böyükdən, deməli kiçikdən böyüyə doğru, aşağıdan yuxarıya. Yəni bunun ən kiçik mərtəbəsi, yəni 0, 1, 2, 3 və bu formada, yəni aşağıdan yuxarıya belə gedirmiş. Yəni tutalım ki, burada bir A olarsa, bu B olarsa, C, D olarsa və 20, bunun da əsası nə olur o zaman? Əsası da deməli 20 olacaqsa, biz bunu hesablamaq üçün nə etməliyik? Yazmalıyıq, deməli A vurulsun, deməli 20 üstü 0, üzərinə gəlinsin B vurulsun 20 üstü 1, üzərinə gəlinsin C vurulsun 20-nin kvadratı, üstə gəlinsin D vurulsun 20-nin kubu, çünki 20-də əsaslandır. Artıq bunu bildik, biz bu sualımızı hesablaya bilərik.
73 nömrəli suala yazası olsa, deməli bir dənə xətt var. Xətt deməli bizdə nə dəyərində idi? 5 dəyərində idi. Bunu yazaq. Bir dənə xətt bura 5 yazırıq. 5 dənə nöqtəmiz var. Deyir ki, 2000-dən kiçik ən böyük hansı ədədi yaza bilərik. Buranı silək. Özüm aşağı salmıram, çünki yuxarıdakı bu simvollar görünməyəcək. Yenə də eyni simvol. Deməli bizim tutalım ki, neçə rəqəmli olduğunu bilmirik. Tutalım, yenə yazıram 0, 1, 2. 3 yazmayacaq. Niyə görə 3 yazmayacaq? Çünki bizə 2000-dən böyük edir. Axı burada biz 20-nin 3-cü dərəcədən qüvvətini yazsaq, bu 8000 edir. Deməli 3 ola bilməz. Yəni maksimum bu 2 ola bilər. Yəni burada A rəqəmi, burada B rəqəmi, burada da C rəqəmi dayanır və 20-ci say sistemində. Deməli biz nə etməliyik? Ən böyükdən bu vəziyyətdə olacaq. Yəni olacaq burada hesablaması aparası olsaq, olacaq A vurulsun 20 üstü 1 və 20 üstü daha doğrusu 0, elə bu 1 eləyəcək. Üzərinə gəlinsin B vurulsun 20-nin üstü 1, üzərinə gəlinsin C vurulsun 20-nin kvadratı. Çünki 4 rəqəmli ola bilməz, yəni Maya sistemində. Onluq say sistemində çevirəndə heç 4 rəqəmli falan ola bilər, bu başqa məsələ. İndi gəlin baxaq, görək C-nin yerinə Maya rəqəmlərindən hansı dayana bilər? 20-nin kvadratı nə eləyir? 400. Bu olacaq 400 vurulsun C. 20 üstü 1 oldu bu. B deməli, B vurulsun 20. 20 üstü 0, 1-dir, yəni burada da olacaq A. İndi əlbəttə ki, biz ədədin böyüyünü tapmaq üçün keçən dəfə dərsdə də vurğulamışdım, əvvəlki suallarda da vurğuladım. Həmişə böyük mərtəbə vahidinə nə etmək lazımdır? Daha böyük qiymət vermək lazımdır. Yəni C-nin yerinə daha böyük qiymət görək nə verə bilirik. 2000-dən kiçik olması üçün deməli C-nin qiyməti 5 və 5-dən böyük ola bilməz. Çünki 5 yazası olsaq, 4-5-in 4-ü deməli 5-ə vuranda 2000-dən böyük eləyir. 405-ə vuranda 2000-dən böyük eləyir. Bizə deyir ki, 2000-dən kiçik olsun. Deməli nədir? Biz bu C-nin yerinə maksimum yaza biləcəyimiz ədəd nədir? 4-dür. Deməli 4-ü 400-ə vuranda nə oldu? Oldu 1600. Aha, daha sonra indi B-yə növbəti ədədi vermək lazımdır. Bizim 5 dənə dairəmiz var. Deməli 5 dənə dairə, 1, 2, 3, 4, 5 dairə. Sonra bir dənə xəttimiz var. Bir dənə də üçbucağımız var. Deməli, bu ən kiçik rəqəm burada üçbucaqdır. Çünki bu 0-la ifadə olunub, bu 5-lə ifadə olunub. Bunların da hər biri 1-dir. Bunu ya 4 dənəsini qruplaşdırıb, bu 4 dənəsini artıq verdik bura. Çünki 4-ü bura yazmışam. 4 dənə dairə. Qaldı burada bir dənə dairə. Bir dənə dairə ilə də ya üçbucağı xətti qruplaşdırsam, əgər olacaq neçə? Bir dairə, daha doğrusu bir xətt, bir dairə bizə nəyə göstərir gördüyünüz kimi verilən cədvəldə? 6-nı göstərir. Deməli 6 vur 20 yaza bilərəm. Burada üçbucağın qiymətini 0 yaza bilərəm. Bu halda toplayıb artıq cavabımızı ala bilərik. 6-nı 20-yə vuranda olur 720. Üzərinə gəlinsin 1600, əvvəldə də 0. Toplam cavabı alacağıq 1720. Yəni bu simvollardan istifadə etməklə ən kiçik, daha doğrusu 2000-dən böyük, 2000-dən kiçik, ən böyük yaza biləcəyimiz ədəd 1720 ədədidir. Keçid alırıq növbəti sualımızı həll eləmək. Yenə də bu verilən məlumat əsasında həll eləyəcəyik. Maya simvolları ilə yazılmış aşağıdakı ədəd onluq say sistemində neçədir? Deməli, bu 2 dənə ulduzsa, bu 2-dir. Bir dairə, bir xətt. Deməli, cədvəldə gördük ki, 6-dır. 2 xətt, 2 dairə, 2 xətt, 2 dairə. Aha, burada göstərilib. Deməli, 12-dir. 2 xətt, 3 dairə, yəqin ki, o da 13 olar. Bəli, o da oldu 13. Bu 13 rəqəmidir. Bu 12 rəqəmidir. Bu 6 rəqəmidir. Bu da nədir? 2 rəqəmidir. 20-li say sistemidir və qüvvətlər də nə olacaq? Deməli, 0, 1, 2 və 3. 20-lik say sistemindən. O zaman nə etmək lazımdır hesaplayan zaman? Olacaq deməli, 13 vurulsun 20-nin qüvvətində 0. Üzərinə gəlinsin 12 vurulsun 20 üstü 1. Üzərinə gəlinsin 6 vurulsun 20-nin kvadratı. Üzərinə gəlinsin 2 vurulsun 20-nin kubu. Hesaplayaq bunu. Deməli, 20 üstü 0, 1 eləyir. Oldu burada 13. Üzərinə gəl. 20-nin üstü 1, 20, 12-yə də vuranda oldu. Deməli, 240. Üzərinə gəlinsin 400-ü 6-ya vuranda 24. Yanına 2, 0. Üzərinə gəlinsin 20-nin kubu olur 8000, 2-yə də vuranda olur 16000. Düz yazım yəqin ki. Gəlin, indi bunları hesablayaq. 16000 üstünə 2400 gələndə olacaq 18400. Üstünə 240 gələndə olur 18640. Üzərinə də 13 gələndə 18653. Yəni düzgün cavabınız olacaq D variantı. Maraqlı bir sual nümunəsidir bu da.
Növbəti 75 nömrəli sualımız xəyali qatlama mövzusuna aid olan bir sual nümunəsidir. Sadə bir qatlama nümunəsidir. Deməli, üfüqü qatlama üzrə yuxarıdan aşağı qatlayıb və şaquli üzrə sağdan sola. Çəkirəm birincinin üzərinə yuxarıdan aşağı, sağdan sola. Demişdik, ən sonuncu oxun baxdığı hissə üzərində kəsiklər aparılmış hissənin olduğu yeri göstərir. Yəni, sol aşağıda olmalıdır. Tüm variantlarda simmetri xətlərini çəkirəm. Bir balaca düz çəkmədim. Gördüyünüz kimi bütün variantların o aşağı sol hissəsi uyğundur. İndi simmetriyasına baxmaq lazımdır. Sağ-sol simmetriyası eləyəsi olsaq, məsələn, Y variantında gördüyünüz kimi bunlar bir-birinin simmetriyası deyil. Digərlərində Datu D variantına uyğun deyil. Digərlərində isə həmən hissə ödənilir. Növbəti addımda isə aşağı-yuxarı simmetriyası eləmək lazımdır. Məsələn, A variantında görürsünüz ki, bu ulduzların istiqaməti eyni istiqamətdədir. Ola bilməz, əks olmalıdır. Deməli, A-da sizin cavabınız ola bilməz. Eyni analoji qaydaya görə biz C-ndə çıxış edirik. Qalır B və Y variantları. B ilə Y gördüyünüz kimi bir-birlərinə uyğundur. Xeyr, uyğun deyil. Yenə də gördüyünüz kimi bunların simmetriyası yuxarıda olduğu kimidir. Əks istiqamətdə olmalıdır. Deməli, sizin cavabınız Y variantda olanmaz. Düzgün cavabımız olacaq nə? B variantı. Burada bir balaca sualda sürüşmə də var. Bu aşağıda olmalıdır. Daha doğrusu biraz yuxarıda olmalıdır. B variantında olduğu kimi bir balaca nəzərdən qaçıb o sualda elə bil ki, çəkilən zaman şey olur. Amma düzgün cavabımız yəni B variantıdır. Keç alırıq növbəti. 76 nömrəli sual. Söz analogiyasıdır. Müxtəsər, müfəssəl. Gördüyünüz kimi nədir? Bir-birlərinə əks mənalı olan sözlərdir. Variantları da bir-birlərinə əks mənalı olan sözlər. İkbin, bədbin, yəni cavabımız olur B variantı. 77 nömrəli sual. Aşkar operatorlara aid olan bir sual nümunəsidir. Müəyyən ifadə verilib və aşağıda 16 üçbucaq operatoru 21-in, yəni həmin operatorda hesablanmış qiyməti verilib və digər operatorun qiyməti soruşulur. Əlbəttə ki, biz yerinə qoyub hesablamalıyıq. Operatorun soldan nəzərən solu sağa bərabərləşdirsək, 8A-mız 16-dırsa A-nın qiymətini tapırıq ki, A bərabərdir 2-dir, 3B-miz 21-dirsə B-nin də qiymətini 7 tapırıq. Gətirəm düsturunda yerinə qoyub, nəticəni nəyə bərabərləyəcəm? Verilən qiymətə, yəni 8-ə bərabərləmək lazımdır. A vur B, 2, 7-nin oldu 14, üzərində çıxılsın. Mötərizədə B plus 2. B-miz 7-dir, üzərinə 2 gəlində olur 9. Bu operator A kvadratı, 2-nin də kvadratı olur 4. Üstə gəlir, 7 bərabərdir 8. Elə baxın, burada gördüyünüz kimi bu alınan bu 9 operatordur. Bizdən elə hesablanması tələb olunan operatordur. 9, 4. İndi 7 ilə bunları hesablayası olsaq neçə eləyir? 7 ilə 14-ün cəmi olur 21 çıxılsın 9 operator 4 bərabərdir 8-dirsə 21-dən nə çıxanda 8 qalır? Deməli 9 operator 4-ün qiyməti bərabərdir 13 imiş. Düzgün cavabımız olur C variantı. 78 nömrəli sualımıza keçid alaq. Ədədlər üzərində əməllər bölməsinə aid olan sadə bir bölmə tipli bir sualdır. Gəlin yuxarıdan aşağı bölməni icra edək. Birinci biz nəyə bölməliyik? AB-ni bölməliyik 4B-yə, düşüb C dəfə. Daha sonra 4B C-yə vurulub, alıb burada 4B. Ədədi nəyə vururduqda özü alınar? Deməli 1-ə. Deməli C-nin qiyməti 1-dir. Sonra A-B-dən 4B-ni çıxıb aşağıda alıb 20. Zaten deməli B-dən B çıxanda 0 qalır. Deməli A-dan da 4 çıxanda 2 qalırsa A-nın qiymətini burada neçə tapırıq? 6 tapırıq. A-nın yerinə yazıram 6, bu da oldu 1. 20 oldu, sonra B-ni düşürdürük aşağı. Bu 3 rəqəmli ədəd 4B-yə bölüb düşüb 4 dəfə. 4B-ni 4-ə vurub alıb bu ədədi. Sonra bu ədəd, yuxarıdakı bu ədəddən bu ədədə çıxanda alınıb bu ədəd. Yəni B-dən 8 çıxıb 9 alıb. Nədən 8 çıxanda 9 qalar? Deməli B-nin də qiyməti 7 imiş. Bizdən ABC rəqəmlərinin cəmini soruşur. Cavabımız olur 14. 79 nömrəli sualımız ardıcıllıq cədvəlinə aid olan bir sual nümunəsidir. Maraqlı bir sualdır, amma bu sualı biz həll etmək üçün şaquli istiqamətdə baxacağıq. Yəni birinci ardıcıllıqdan 2-ni, 3-dən 4 alacağıq. Sualımızın üsulu belədir ki, birinci ardıcıllıqda yerləşən ədədlərin kənar rəqəmlərini toplayır. Yəni 3-dən 4-ü toplayır 7, ortadakı rəqəmə 2-yə vurur, yazır 14. 3-dən 6-nın cəmi 9, 3-ə vurur 27. 5-dən 3-ün cəmi 8, 2-yə vurur 16 və digərlərdə bu qayda ilə hesablaya bilərik.
Vaxt itirmədən aşağını hesablasaq, 6 ilə 8-in cəmi 14, 2-yə vuranda olacaq 28. 7 ilə 4-ün cəmi 11, 1-ə vurduqda olur 11, yəni 28, 11. Bu da sadəcə A variantında ödənilir. Digərlərini də artıq yoxlamırıq. 80 nömrəli sual, anagram tipli bir sualdır. Deməli, barometr, ampermetr, voltmetr, termometr, simmetriya. Düzgün cavabımız olacaq nə? Yox, simmetriya deyil, üzr istəyirəm, burada santimetr. Cavabımız olacaq nə? Y variantı. Yadınızdasa mən bu dərsi də keçəndə vurğulamışdım. Hansı bu anagram tipli suallarda M, E, T, R bu hərflərin dördünü də eyni anda görürsünüzsə, əksər hallarda burada cihaz və ölçü vahidləri olur. Burada da gördüyünüz kimi eyni analogiyadır. A, B, C, D variantlarının hər biri cihazlardır, amma Y variantı isə nədir? Santimetr ölçü vahididir. 81 nömrəli sualımız. Deməli, sınıq xətt tipli bir sual nümunəsidir. Cədvəl üzərində yalnız sətir və sütun üzrə keçən, öz-özü ilə kəsişməyən, bütün qara və boz xanalardan, deməli, qara xanalardan keçən və boz xanaları birləşdirən qapalı sınıq xətt çəkin. Xətt boz xanalardan düz keçməli, lakin ya əvvəlki, ya sonraki və yaxud da hər ikisində 90 dərəcə sınmalıdır. Qara xanalarda 90 dərəcə dönməli, lakin bu xanalardan keçəndən sonra növbəti bitişik xanalarda dönməməlidir. Sınıq xətt neçə dənə xanadan keçə bilməz. Dərsdə bu tip sualların yazılması üçün geniş izah vermişəm. Burada birbaşa yazacağım. Amma xatırlatma edeyim ki, bu tip sual yazmaq üçün nə edirik? Biz kənarlarda olan rəngli xanalardan, yəni qara və boz xanalardan başlayırdıq. Məsələn, mən sol yuxarı ikincüdəki qara xanadan başlayası olsam, verilən tələblər altında qara xanadan xətti keçirməyim sadəcə bu cür ola bilər. Növbəti bu boz xanadan başlayası olsam, sağa qolu keçirdə bilmərəm, sadəcə nə etməliyəm? Üfüqi vəziyyətdə keçirməliyəm. Və bu boz xananın əvvəlinə xətt sınmadığına görə, şərtə görə bizə deyib ki, boz xananın ya əvvəlinə ya da sonrakında 90 dərəcə sınmalıdır. Əvvəldə sınmadığına görə mütləq şəkildə çıxandan sonra sındırmalıyam. Artıq bundan sonra xətt necə olacaq? O soranın işidir. Növbəti bu qara xanadan xətti keçirə bilərəm sadəcə belə və belə. Boz xananın içərisində sına bilməz, deməli mütləq şəkildə çıxmalıdır. Yenə də eyni analoji qayda bu boz xananın əvvəlində gördüyünüz kimi xətt sınmadığına görə çıxan kimi də mütləq nə etməlidir? Sınmalıdır. Keçirib bu boz xanaya baxırıq. Bu boz xanadan sadəcə xətti mən bu cür keçirdə bilərəm. Burada belə olacaq. Amma bu boz xanadan çıxan xətti sındırıb belə qaraya salmaq olmaz. Çünki şərtə görə qara xanandan çıxanda və yaxud da giriş hissəsində sına bilməz. Mütləqdir ki, deməli bu gəlib bununla birləşəcək. O zaman bu qara xanadan çıxan xəttimiz və giriş xəttimiz buradan da girib belə ola bilər və yaxud da ki, sağdan da giriş eləyib belə ola bilər. O yüzden sağ və solu məlum olmadığına görə, amma bu hissəsi məlumdur, bunu çəkirəm. İndi bu boz xanadan xətti biz üfüqi keçirə bilməliyik, çünki öz-özü ilə kəsişmiş vəziyyət olacaq. Bizə deyib ki, öz-özü ilə kəsişə bilməz, məcbur biz bunu bu vəziyyətə çəkməliyik. Artıq buradan belə görünür ki, qara xanadan çıxanı biz sağa keçirə bilməliyik, çünki qara xanadan çıxandan sonra sına bilməzdir, amma burada sınıb. O yüzden qara xanadan çıxan xəttimiz sol tərəfə getməlidir. Buradan da aydın görünür ki, artıq biz bunları buradan belə birləşdirmək lazımdır. Sonra isə bu digərlərin uclarını birləşdirəcəyik. Bu belə olub. Yuxarı qalxısı avtomatik bundan birləşir və bu da yuxarı qalxıb digər ucundan birləşəcək. Oldu bizim qapalı sınıq xəttimiz və bizə deyir ki, sınıq xətt maksimum neçə xanadan keçə bilməz. Deməli 1, 2, 3, 4, 5, 6 dənə xana. Başqa yol varmı? Yoxdur. Deməli 6 dənə xanadan nə bilmir? Keçə bilmir. Yoxdur deyəsən. Bəli. Cavabımız olur C variantı. 82 nömrəli sualımız yenə də xəyali qatlamaya aid olan bir sual nümunəsidir. Qanun uyğunluğu müəyyən edin, sual əvəzinə uyğun olan variantı tapın. Dərsdə də bu tip sualları izah eləmişdim. Nə etmək lazımdır? Hər bir hissəni, yəni məsələn bax bu hissəni, bu göstərilən birinci, ikinci, üçüncü simmetriya və dördüncü simmetriya oxlarını nəzərən sualın yerinə gətirmək lazımdır. Və yaxud da bu aşağıda olanı sualın yerinə gətirmək lazımdır. Mahiyyət çox sadədir. Məsələn, biz burada olanları sualın yerinə gətirmək üçün nə etmək lazımdır? Bir dəfə sola, daha sonra bunlarla birlikdə aşağı qatlamaq lazımdır. Rahatlıq olsun deyə götürürəm. Mən bu hissəni, bu dama hissəsini çəkirəm. Ki, hər dəfə daha saymayayım. Hara düşəcəyini də müəyyənləşdirmək üçün. Başlayaq. Məsələn, tutalım. Haradan başlamaq daha məsləhətli olar? Tutalım, mən məsələn bu komponenti birinci sola köçürsək, gəlib düşəcək burada bu vəziyyətdə, aşağı köçürsək olacaq aşağıda bu vəziyyətdə. Hər dəfə yoxladıqdan sonra variantla yoxlamanız məsləhətlidir.
Baxıram ki, bütün variantlarda o uyğundur. Növbəti, məsələn, hansı xəttimizə baxsaq. Məsələn, baxa biləcəyimiz növbəti xətlərdən biri. Məsələn, buna baxası olsaq. Bunu qaldırsam yuxarı olacaq burada belə. Növbət dəfə fırlayanda gəlib olacaq bu hissədə. Baxıram, hansı variantda yoxdur? Aha, A variantında yoxdur. Getdi. Bizim cavabımız deməli A variantı ola bilməz. B-də var. Digər variantlarda var. Sonra fərqli görünən hissələrdən biri gördüyünüz kimi, məsələn, deyib, bax, bu B variantı olan budur. D ilə fərqlənir. Ora hansı gəlib çıxa bilər? Ora hansı gəlib çıxmalı isə gördüyünüz kimi budur. Bunu yuxarı qaldırsam olacaq burada. Fırlayanda yox, burada olacaq. Başqa ora gələ biləcək hissə nə ola bilər? Ora gələ biləcək hissə deməli deyib budur. Bunu sol tərəfə keçirsək olacaq burada belə. Aşağı saldıqda isə istiqaməti bu vəziyyətdə olacaq. Yəni belə olmalıdır. Amma gördüyünüz kimi B-də istiqaməti səhvdir. Deməli sizin cavabınız B-də ola bilməz. D variantında uyğundur, digərlərində isə uyğundur. Problem yoxdur. Sonra növbəti addıma baxaq görək bu D, C və Y-nin fərqli hissəsi haradır? D, C, Y-nin fərqli hissəsi deyək, bax, bu xəttimizdir. C-də var, D-də də var, amma gördüyünüz kimi Y-də yoxdur. Görək, elə bir xəttimiz olmalıdır mı? Deməli, 1-ci, 2-ci, 3, 4, 5-ci sətri, 5-ci sütunun 4-cü sətri. 5-ci sütunun 4-cü sətri. 5-ci sütunun 4-cü sətrinə gələ biləcək 1, 2, 3, 4, 5-ci sütunun 4-cü sətri, yəni bax, budur. Və orada da vəziyyət bu vəziyyətdə olmalıdır. Bu vəziyyətdə olması üçün yuxarıdan olur, o bilməz, mütləq bura olmalıdır. Deməli, budursa 1, 2, 3, 1, 2, 3, 4-cü deməli üçün buraxıb burada olmalıdır. 2, 3. Deməli, gəlib olacaq burada belə. Yox, o da bizim işimizə yaramadı. O deyil. Yəni, bunun başında olacaq xəttimiz bu vəziyyətdə. Çevirdikdə belə olacaq. 5-ci sütunun 4-cü sətri idi orada. Yoxsa necə idi? Bir dəqiq baxaq ona. Deməli, bu sətrə biri, ikisi yuxarıda və 5-ci sütun. Aha, ikisi yuxarıda ola biləcək hal nədir? Hansı hal ola bilər? Ki, görək, orada həmin elə bir şey olurmu, yoxsa olmurmu? Aha, deməli, o xətt deyil. Ora gələ biləcək xəttimiz isə bu ola bilər. Bu vəziyyətdə yarana biləcək xəttimiz o ola bilər. Aşağı salsaq, 1, 2, 3 dənədirsə, biz 1, 2, 3-ün buraxanda burada olmalıdır. Özü istiqaməti də belə. Onun yanına gələ biləcək xəttimiz bu vəziyyətdə isə bu ola bilər. Birini buraxanda, deməli, bax, belə birləşəcək. Bu da gəlib burada bundan belə və başındakını da çəksək belə olmalıdır. Təxmini burada belə bir xətt yarandı gördüyünüz kimi. Yəni, belə bir xəttimiz olmalıdır. Amma gördüyünüz kimi həmən xəttimiz nədir bizdə? Hansı variantda yox idi? C variantının üstünü işləmişəm. C variantında var. Gördüyünüz kimi Y variantında yoxdur. Deməli, sizin cavabınız Y də olmur. Həmçinin orada gördüyünüz kimi xəttimiz bu vəziyyətdə. Deməli, necür olurdu orada? Bu vəziyyətdə. Yəni, belə bir xətt olmalıdır. Aha, C-də də var, D-də də var. Gəlin, baxaq, görək, C ilə D-nin fərqli hissəsi haradır, onu çıxdaş edək. C ilə D-nin fərqli hissəsi deyib, bu xəttlərin, məsələn, istiqamətinə görə baxmaq olar. Bu əyri xətt. Görək, ora əyri xətt hansı gələ bilir? Əyri xətt elə burada yuxarıdakı. Bunu aşağı salsa, istiqaməti bu vəziyyətdə olmalıdır. Yəni, C variantında olduğu kimi, deməli, sizin cavabınız D-də olmur, düzgün cavabınız olur C variantı. Çox, yəni, diqqət tələb edən bir sual nümunəsidir. 83 nömrəli sual maraqlı bir sualdır. Deməli, operatorumuzun üsulu odur ki, ədədləri bir-birinə bölüb qalığı yazır. Məsələn, 18-i 4-ə böləndə qalıqda 2 qalır. 36 4-ə tam bölünürdüyünə yerinə xətt qoyub. 20-ni 3-ə böldükdə qalıqda 2 qalır. İndi 45-i 4-ə böldükdə qalıqda nə qalır? 1. Düzgün cavabımız olacaq Y variantı. Növbəti 84 nömrəli sualımız bir-birindən fərqli, 1-dən böyük, 21-dən kiçik, P, R, S, T, U, V, Y və Z natural ədədləri üçün aşağıdakılar məlumdur. Hamısı tək ədədlərdir, hamısı sadə ədədlərdir. Daha doğrusu 6-sı sadə ədəddir. Yarısı bir rəqəmli, digər yarısı 2 rəqəmlidir. Və digər şərtlər verir bizə. Deməli, P, R, S, T və gördüyünüz kimi 8 dənə ədəd var. O yüzden biz nə etməliyik? 1-dən böyük, 21-dən kiçik. Bunu verdikdə bəzən tələbələr ilə 1-dən başlayırlar. Xeyr, 1-dən başlamaq olmaz, çünki 1-dən böyük deyir. O zaman və hamısı da tək ədədlərdir. Deməli, 1-dən böyük, 21-dən kiçik tək ədədləri yazası olsaq, 3, 5, 7, 9, 11, 13, 15, 17 və növbəti 19, 21-də yenə də yazmayacaq. Hamısı, deməli, 6 dənə sadə ədədimiz var. Burada deməli, sadə ədəd demişdik ki, 1-ə və özünə bölünən ədədlərdir. Burada sadə ədədlərimiz 3, 5, 7, 11, 13, 17 və 19-dur.
Deməli 1, 2, 3, 4, 5, 6, 7 dənə saat ədəd var. 7 dənə saat ədəd varsa, deməli bunların biri artıqdır. Yarısı 1 rəqəmli, yarısı 2 rəqəmlidir. 8 dənə ədəd varsa, yarı-yarı 4 dənə düşür. Deməli mütləqdir ki, 3, 5, 7, 9 burada var. Mütləq var. Sonra nə deyir bizə? Yarısı 1 rəqəmli, yarısı 2 rəqəmlidir. Bunu da yazdıq. Deməli bizim o artıq rəqəmimiz bu digər bu 11, 13, 15, 17 və 19-dandır. Sonra bizə deyib ki, P vurulsun Z bərabərdir T'dir. P-ni Z-ə vuranda T alınırsa, burada əlbəttə ki, mütləqdir ki, nə ola bilər? 3 ilə 5-in hasili ola bilər ki, 15 olsun. Deməli, burada 15-i götürməyimiz də mütləqdir. Yəni, bu, deməli, onda artıqlar 11, 13, 17 və 19-dan biri olacaq. Z ilə R-in cəmi T ilə P-nin cəminə bərabərdir. İndi bunu hansısa bilmirik. İndi P-ni Z-ə vuranda T alınırsa, T-miz deməli neçə aldıq? 15 aldıq. 15 ilə nəyinsə cəmi digərlərinin cəminə bərabərdir. Bu da oldu T-nin qiyməti. Bu da P ilə Z. İndi bu 3 ilə 5-dən biri P-dir, biri də nədir? Z-dir. Aha, deyir aşağıdakı ədədlərdən hansı bu ədədlərdən biri olması mütləq deyil. Mütləq olanlar mütləq 9-dur. Görürsünüz, götürmüşük. Variantdan çıxdaş edirsiniz. 5-i çıxırıq. 7-ni də çıxırıq. 15-i də T kimi götürmüşük. Bu da getdi. Cavabımız sadəcə qalır. Nə? A variantıdır. Artıq digərlərini tapmağa gərək yoxdur. 85 nömrəli sualımız 2 sətirli ardıcılıqlara aid olan sadə bir sual nümunəsidir. Yenə çarpaz gedəcək. 26-dan 24-ə bu vəziyyətdə gediləcək. Hər dəfə gördüyünüz kimi 2 çıxıb. 26-dan 2 çıxanda 24, 24-dan 2 çıxanda 22, 22-dən 2 çıxanda 20 və digərləri də olduğu kimi. Sonra 2, 5, sual, 11, 14, 17, 20. Burada isə hər dəfə üzərinə 3 gəlir. 2-nin üstünə 3 gələndə 5, 5-in üstünə 3 gəldikdə 8, 8-in üstünə 3 gəldikdə 11 və s. Deməli olacaq 8, 22, yəni B variantı. 86 nömrəli sualımız ədədlər üzərində əməllər bölməsinə aid olan bir sual nümunəsidir. Uyğunlaşdıracaq bir-birlərinin hansı-hansına uyğundur deyə. Biz belə bir qayda demişdik. Demişdik ki, qalıq kiçikdir natamam qismət olarsa, bölmə əməliyyatında bölən və natamam qismətin yerini dəyişdirə bilərik. Bu zaman qalıq dəyişmir. Yəni, biri üçün göstərəcəm bunu. Yəni, 130-u bölünsün A alınıb 16 M yazılıbsa, mən bunu elə belə də yaza bilərəm. 130-u 16-ya bölsəm elə A-nın qiymətini tapacaq. Qalıq nə qalacaq? M alınacaq. Çünki niyə görə? Burada gördüyünüz kimi M 16-dan kiçikdir. M 16-dan kiçikdirsə, yəni M bir rəqəmli ədəddir. Bildiyimiz kimi mütləq şəkildə yerini dəyişdirə bilərik. İndi yazsaq, gəlin bu bölməni icra edək. 130-u 16-ya bölündə neçə dəfə düşür? 8 dəfə. 8-i 16-ya vuranda 80, 6, 8-də 48, 128 çıxdıqda qalır 2. Deməli, biz A-nın qiyməti bu A-nın qiymətidir. Bu da bərabər oldu M-in qiyməti. Deməli, hasili 2, fərqi isə 8. 8-dən 2 çıxanda 6. Deməli, biri A-dır, biri də B-dir. Yəni, 1-ə uyğundur A-B. 1-ə A-B olması bu getdi, C getdi, D getdi. Qaldı B ilə Y variantı. Sonra növbətini yoxlayaq. Məsələn, bunu da yoxlayaq. Bu da yəqin ki, 9 dəfə düşər. 146-nı bölürük 16-ya. Düşəcək 9 dəfə. 9 6-nın 4, 90, 54. 144. 144. Çıxanda qaldı 2. Deməli, bu oldu A-nın qiyməti, bu da oldu M-in qiyməti. Hasili 18 olmalıdır, fərqi də 7. Hasili 18, fərqi 7 isə gördüyünüz kimi D ilə Y-dir. Deməli, üçüncü uyğundur D ilə Y. Yəqin ki, bu da yerdə qalan olar. Ona görə də düzgün cavabımız olacaq B variantı. 87 nömrəli sualımız. Şəkil qalereyada, eksponat isə muzeydə nümayiş olunur. Düzgün cavabımız olur D variantı. 88 nömrəli sualımız yenə də ədədlər üzərində əməllər bölməsinə aid olan vurma əməliyyatlı bir sualdır. Aha. Gəlin baxaq. Heç yuxarı hissələrə baxmayacağım. Elə buradan M, N, T-ni soruşur zaten bizdən. Deməli, diqqətlə fikir versəz, 6 ilə 6-ını toplayıb 3 alınır. Əlbəttə ki, 6 ilə 6-ını toplayanda 12 edir. 3 olması üçün yadda 1 qalmalıdır. Deməli, buradakı ədəd 1 olur. Yəni, 6 ilə 6-ını toplayır 12, üstünə 1 gəlir 13, yadda qalır 1. Bu üstünə baxsaq, 1 ilə 2-nin cəmi 3, yadda da 1, M-in qiyməti oldu 4. Burada yazdım 4. Hər yerdə M-in yerinə 4 yazırıq. Artıq burada 1684-ü 4-ə bölüb yuxarıdakı ədədi tapa bilərik. Amma bizə gərək yoxdur. T-nin qiyməti deməli 1-dir. Burada T-nin yerinə 1 yazsaq, 8-in üstünə gələndə 1 edir. Deməli, N-in də qiyməti 3 imiş. Bu da 1. 4, 3, 1 cəm olacaq 8. 89 nömrəli sualımız.
Verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni söz yaratmaq olar? Yaradılan sözdəki hərflərin sayı istifadə edilən sözlərdəki hərflərin sayına bərabər olmalıdır. Keçən videoda bundan ətraflı izah vermişəm də, artıq burada təfərrüata getməyəcəm. Burada cavabımız olur 1-lə 5. Yəni tab və neon sözlərinin birləşməsindən ortaya abonent sözü çıxartmaq olur. Düzgün cavabımız olur D variantı. 90 nömrəli sualımız deyir ki, qanunuyğunluğu pozan həddinin yerinə hansı ədəd yazılmalıdır? Baxın, bizdən qanunuyğunluğu pozan həddini soruşmur. Yazılmalı olan ədədi soruşur. Bu hissədə də diqqətli olmaq lazımdır. Qruplaşdırmalı etməliyik. 10-dan 8-ə 2 çıxıb, 8-dən 6-ya yenə 2 çıxıb, 6-dan 4-ə 2 çıxıb, 4-dən 2-yə də yenə 2 çıxıb. Gördüyünüz kimi yuxarıdakı ardıcılığımız minus 2 üzərindən gedən qanunuyğunluğa tabidir. Heç bir problem yoxdur. 18-dən 20-yə, 23-ə, 23-dən 26-ya, 26-dan 32-yə. Burada 6 gəlib, burada 3 gəlib, burada 3 gəlib, burada da 2 gəlib. Baxın, 18-də başlayıb 32-də qutarırsa, burada da düşünürəm ki, 2-2 artma ilə, yox, 2 gələr, sonra 3 gələr, növbəti addımda 4, sonra isə 5 gələ bilər. 18-in üstünə 2 gələndə 20, 20-in üstünə 3 gələndə 23, 23-in üstünə 4 gələndə 27, 27-nin üstünə 5 gələndə 32. Deməli, qanunuyğunluğu pozan həddimiz 26-dır. Amma cavabımızı 26, yəni D variantı götürsək, cavab səhvdir. Çünki bizə deyir ki, hansı ədəd yazılmalıdır. Bu yüzdən cavabımız olur nə? C variantı. Keçdik açıq suallarımıza. Son mərhələdik. Deməli, 91 nömrəli sual. Dərilmiş meyvələrin şirin olanlarının bəziləri zədəlidir cümləsinə əsasən verilən mühakimələrdən hansılar mütləq doğrudur? Dərilən meyvələrin, deməli, verilən cümləni belə sxematləşdirsək, yazıram, dərilən meyvələr, bunlar gördüyünüz kimi 2 yerə bölünə bilər, şirinlər, bir də olsun turşlar, şirin və turş. Təzən deyir ki, şirin olan meyvələrin də, şirin olanların bəziləri zədəlidir. Deməli, şirin olanların bəziləri zədəlidir, digərləri də zədəsizdir. Amma bu turşlar haqqında heç bir məlumatımız yoxdur. İndi deyir ki, şirin olmayan meyvələrin hamısı zədəsizdir. Yəni, şirin olmayan meyvələr turşlardır. Turşların hamısının zədəsiz olması haqqında bir söz deyə bilməliyik. Çünki turşlar haqqında heç bir məlumatımız yoxdur. Yəni, zədəsiz ola da bilər, olmaya da bilər. Mütləq doğru olması deyə bilmərik. Şirin meyvələrin bəziləri zədəsizdir. Bəli, şirin meyvələrin bəziləri zədəlidir deyilsə, deməli, yerdə qalanları zədəsizdir. Bu isə mütləq doğrudur. Zədəli meyvələrin bəziləri şirin deyil. Zədəli meyvələrin bəzilərinin şirin olması haqqında məlumatımız var. Amma bəlkə turşların hamısı zədəsizdir. Bu haqda bir sözümüz yoxdur. Ona görə də zədəli meyvələrin bəzilərinin şirin olub-olmaması haqqında mütləq fikir irəli sürə bilmirik. Bu yüzdən cavabımız olur sadəcə 2. Növbəti maraqlı bir yenə də şifrələmə sualdır. Verilmiş 5 ədəd 52, 356, 6532, 657, 256 ədədlərinin rəqəmləri şəkildə 2 hərflərlə şifrələnmişdir. Hər bir çevrə üzərində bir ədədin rəqəmləri şifrələnib. Hərflərin hansı rəqəmlərə uyğun olduğunu tapıb aşağıdakı ifadənin cavabını hesablamaq lazımdır. Aha. Yəni, mahiyyət nədir yoldaşlar? Məsələn, tutalım, burada, bu dairədə 3 dənə hərf var. Deməli, bu 3 rəqəmli bir ədədi göstərir. Bu dairədə, məsələn, 2 rəqəmli bir ədəd var. O 2 rəqəmli ədədimizdə nədir? 52. Deməli, bu 52 ədədinin kodlaşdırıldığı dairədir. Amma hansının 5, hansının 2 olduğunu tapmalıyıq. Diqqətlə fikir versəz, yoldaşlar, burada Y ədədi hərfi bütün dairələrin kəsişməsində olur. Deməli, bu Y hərfinin kodlaşdırdığı rəqəm də bütün ədədlərdə olmalıdır. Bütün ədədlərdə olan rəqəm də 5-dir. Görürsünüz, bütün ədədlərdə var. Deməli, Y-in qiyməti 5-dir. Y-in qiyməti 5-dirsə, artıq bu 52 olduğuna görə, deməli, T-nin də qiyməti 2-dir. Deməli, buraya yazdıq, deməli, Y5, T-miz də 2. Aha. İndi növbəti, tərkibində 2 olan və 4 rəqəmli bir ədəd. Çünki görürsünüz, burada 4 dənə hərf var. Tərkibində 2 olsun və 4 rəqəmli olsun, o da 6532-dir. Deməli, bunlardan biri 6-dır, bir də nədir? 3-dür. Sonra burada bir dənə də belə bir dairəmiz var. Diqqətimizdən qaçdı o. Bu dairəyə də baxası olsaq, 3 rəqəmlidir, amma tərkibində 52 var. 3 rəqəmli və tərkibində 5-dən 2 olan 256-dır. Deməli, Z-in qiymətini biz 6 olaraq tapırıq. O zaman 4 rəqəmli ədədə görə bunun da qiyməti oldu 3. Bu 3-dürsə, yerdə qalan digər rəqəmin isə biz neçə tapırıq? Deməli, 6, 5 olan, bu da olur K-nın da qiyməti
7. Hər bir qiyməti tapmışıq, gətirib yerinə qoyacağıq. X-in qiyməti 3-dür, K-nın qiyməti 7, Z-in qiymətini biz tapdıq 6, X-in də qiyməti 3. Və bunları nə etmək lazımdır? Toplamaq lazımdır. Deməli, 3352 toplasaq neçə eləyir? 5, 1 yadda, 10, bu da oldu 1. Yəni 11, 15. Düzgün cavabımız olur bu. Keçək növbəti sualımıza. Deyir ki, variantlardan hansılar aşağıdakı kimi 4 qatlanıb kəsilmiş vərəqin açılışı ola bilər? Qatlamamız gördüyünüz kimi 4 qatlamadır. Aşağıdan yuxarı, soldan sağa. Yəni, bütün variantların üzərində bu 4 qatlamanı çəkmək lazımdır. Baxaq görə A variantında belə bir simmetriya varmı? Bəli, var. Heç bir problem yoxdur. B variantında varmı? Xeyr, yoxdur. Çünki aşağıdakılar bunlar yuxarıda eyni istiqamətdə ola bilməz. Əks olmalıdır. Üçüncüdə varmı belə bir qatlama? Bəli, var. Problem yoxdur. Sonra 4-ə baxsaq. 4-də varmı belə bir qatlama? Xeyr, burada yoxdur. Çünki gördüyünüz kimi bunlar da yenə ikincidə olduğu kimi eyni istiqamətdə dayanıb, əks istiqamətdə olmalı idi. Həmçinin bunlar. Deməli, 4-də uyğun deyil. Diqqətlə baxsaq, 5 də uyğun deyil. Çünki bununla bu bir-birinə simmetrik deyil. 6-da isə 4 qatlama var. Deməli, bizdən uyğun olanları soruşur, yoxsa olmayanları soruşur, ola bilər soruşur. Ona görə də cavabımız olur 1, 3, 6. Sualın şərtini yenə diqqətli oxumaq lazımdır. Ola bilər ki, bizdən uyğun olmayanları soruşsun. Növbəti sualımıza baxaq. Cümlələrin düzülməsi ilə bağlı olan bir sualdır, söz analogiyasından. Cümlələrə uyğun rəqəmləri mətndə cümlələrin məntiqi ardıcılana görə düzün. Deməli, Turgenevin Atlılar və Oğullar əsərindən götürülmüş mətndəki cümlələrə uyğun rəqəmləri mətndəki cümlələrin məntiqi ardıcılığına görə düzün. İçərisində olduğu otaq kiçik və alçaq tavanlı, ancaq çox təmiz və səliqəli idi. İçərisində olduğu otaq, yəni kiminsə içərisində olduğu otaq. Deməli, mütləq şəkildə heç vaxt əvvəldə bir olmalı deyil. Deməli, bundan qabaq o içərisində, yəni kim içərisindədir? Bu şəxs haqqında bir məlumat verməlidir. Burada da baxsaq, görürük, nə ikinci cümlədə, nə 3-də, nə də 4-də belə bir söhbət yoxdur. Deməli, mütləqdir ki, 5 birinci olmalıdır. Pavel Petroviç tək qaldı. Yəni, içərisində söhbət otaqdan söhbət gedirdi. Pavel Petroviç deməli otaqda tək qaldı və bu dəfə xüsusi bir diqqətlə ətrafı nəzərdən keçirdi. Sonra içərisində olduğu otaq ki, bu cümlə ilə bu Pavel Petroviç bir-birini tamamlayır. Deməli, Pavel Petroviç tək qaldı. Bu dəfə xüsusi bir diqqətlə ətrafı nəzərdən keçirdi. Deməli, içərisində olduğu otaq, onun qabağına şəxs qoysaq, yəni Pavel Petroviçin içərisində olduğu otaq kiçik, alçaq tavanlı, ancaq çox təmiz və səliqəli idi. Daha sonra baxırıq. İkinci cümləyə baxsaq, bunları mərhum general hələ müharibə zamanı Polşadan almışdı. Bunların deməli heç zaman bu ola bilməz. Çünki bunların nədən getdiyini birinciyə o olmalıdır ki, biz bunları deyə bilək. Baxaq ki, nə deyir bizə? Bu otaqdan yenicə rənglənmiş döşəmənin qoxusu, çoban yastığı və ballı nanə çiçəklərinin ətri gəlirdi. İndi baxırıq. Deməli, bunu tamamlamır. Bax, bu ikincini tamamlayan 3 deyil. 4-ə baxsaq, divarlar boyunca söykənəcəkləri liraya bənzər stullar düzülmüşdü. Bunları mərhum general hələ də müharibə zamanı almışdır. Yəni, bax, bənzər stullar, liraya bənzər stulları, burada bunların əvəzinə qoya bilərik. Deməli, 4-dən sonra nə olmalıdır? 2 olmalıdır. 4, 2. Ne qalır burada? 3. Bu 3-ü isə hara qoymalıyıq? Bunları mərhum general hələ də müharibə zamanı Polşadan almışdır. Bu otaqdan yenicə rənglənmiş döşəmənin qoxusu gördüyünüz kimi uyğun gəlmir. Amma biz bu üçüncünü birdən sonra yerləşdirə bilərik. Çünki içərisində olduğu otaq, yəni Pavel Petroviçin içərisində olduğu otaq kiçik, alçaq tavanlı, ancaq çox təmiz və səliqəli idi. Bu otaqdan təmiz və səliqəlinin davamı olaraq bu otaqdan yenicə rənglənmiş döşəmənin qoxusu, çoban yastığı və ballı nanə çiçəklərinin ətri gəlirdi. 3, daha sonra 4 və 5. Daha doğrusu 4 və 2. Yəni bir-birinin ardınca yerləşdirmək olar. Deməli, ardıcılığı yerləşdirsə bu formatda olmalıdır. 5, 1, 3, 4, 2. 95 nömrəli sualımız. Aşağıdakı şəkildə solda fiqurlardan hansı hissə kəsilərsə sağdakı fiqur alınar. Baxan kimi diqqətlə görünür ki, bu hissədən, yəni birinci fiqurdan ikincini almaq üçün birinci fiqurdan sadəcə bu hissəni kəsib götürsəm, nədir? İkincini ala bilərəm ki, həmin o hissədə gördüyünüz kimi buradadır. Üçüncü hissə. Belə. Bu da
2 noyabrda keçirilmiş sınaq imtahanı bütün sualların izahı. Çalışdım ki, həm qısa, eyni zamanda daha ətraflı şəkildə izah edə bilim, yəni lazım olan hissələri. Sual deməli tədris mərkəzinin rəsmi YouTube səhifəsində yerləşdiriləcək, yəni sualların izahı və videonun rəy bölməsinə daxil olaraq izahla bağlı və yaxud da ki, başa düşmədiyiniz hissələrlə bağlı qeydlərinizi yaza bilərsiniz. Sizə xoş seyirlər.